Xanımlar və cənablar, qarşılayın Elgiz Əkbər. Salamlar, vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Həftənin birinci günü hər birinizə enerji dolu, gözəl bir həftə, iş həftəsi arzulayırıq. Yadınızda qalan həftələrdən biri olsun, ruzu bərəkətlə dolu bir həftə olsun inşallah. Zalda eləşən tamaşaçıları salamlayırıq, xoş gəlib, səfa gətirmişsiniz hər biriniz. İşləriniz avand olsun hər birinizin inşallah. Ekspertlərimizi salamlayırıq, xoş gəldiniz, səfa gətirdiniz. Əzizlərimiz, necəsiz? Siz necəsiz? Qorxmaz Əliyli Canzadə. Bəli, Qorxmaz Əliyli Canzadəni alqışlayaq. Qorxmaz müəllim xoşlayır. Və digər Qocayevanı alqışlayırıq, Nəcmə xanımı alqışlayırıq. Ondan sonra xoş gəlib bizim dəyərli hüquqşünasımız. Gözəl Zinət Ağamaliyeva gözəl hüquqşünasdır. Və Vahid, xoş gəlmişsən sən də, əzizim. Nigar xoş gəldin, səfa gətirdin. Nigar məsələsi biraz yarımçıq qaldı. Şikayət elədi verilişdən sonra ki, mənə gəl Sevda, niyə gecikirsən sən? Hə? Nə olsun, biz də yolla gəldik, biz mənim kosmosdan düşmürük ki. Gəl, əyləşsən. Hə, demək, verilişdə xoş xəbərlərimiz var. Bu çox gözəl xəbər oldu ki, Mehribanla həyat yoldaşı yaşadığı evin damı vuruldu. Artıq onlar suyun içində yaşamayacaqlar. Görürsünüz? Bax, vurulur, alqışlayaq. Əziyyət çəkən bütün insanlara öz təşəkkürümüzü bildiririk. Çox sağ olsunlar. Xüsusilə Mir Kazım bəyə, mis işçisidir Mir Kazım bəy. Gözəl insandır, yerində olan insandır, gözəl məmurdur. İnanırsınız ki, öz cübündən o kişi hətta pul xərcləyib. Belə insanlar, belə məmurlar, bilirsiniz, bizim millətimizin başını uca eləyən insanlardılar. Allah razı olsun. Çox təşəkkürümüzü bildiririk. Çox sağ olun. Hə, indi evin üstü vuruldu, keçəcək evin içinə inşallah. Amma bilirsiniz, xalq ki, bu qədər mütəşəkkirlik nümayiş etdirir. Mən yenə deyirəm, Mehriban, Allah eləməsin, Allah eləməsin. O Fəriddən yaşadığımızı sizdən biz yaşamayaq. Bilirsən, nə qədər insanlar bizi fikrimizdən döndərməyə çalışırlar. Deyirlər ki, bıraxın, neyinirsiniz? Onlara yaxşılıq yoxdur, onlara dəstək olmaq olmaz. Yenə də oyun çıxaracaqlar. Görərsiniz, biz sizə deyirik, mən sizə deyirəm. Görərsən, yenə də söhbət açılacaq bir müddətdən sonra. Yaman gündə onlar gətirəcəklər verilişə. Deyirəm, ola bilməz. Ola bilməz. Sözlərim mənə elə gəlir, demək düzgün deyil onların. Əgər bu hadisə baş versə, mən artıq narkotik abidəçilərini verilişə daha qoymayacağım. Mən sizə deyim, bu axırıncı, bax, görün sizin boynunuzda nə boyuna məsuliyyət düşür. Əgər sizdə də yansa, qızda yanıldıq. Bu Faiq Ağayevin, xalq artisti Faiq Ağayevin klipinə çəkilən qız var idi ya, təxminən model. Təxminən. Aysa 6-7 ay onu xəstəxanada saxladıq. Uşağını yerləşdirdik lazım yerə. Anasına göstərilən qayğı. Burada da biz nə lazımdırsa onlar üçün elədik. Sonra nə oldu? Sonra üstündən biraz keçdi bizim Fərid, hə? Eyni, Fəriddən danışacaqdım, Elgiz bəy. Yaxınlarda zəng vurub, yenə kömək istəyirəm. Deyirəm, ay qardaş, gətirdik səni verilişə, apardım səni yerləşdirdim, Elgiz bəy, ekspert, hamı sənə dəstək oldu. Hələ səndən qabaq bir nə qədər keçib o müalicələri filan. Hətta biz onu artıq rəsmi işə götürəcəkdik. O sınaq müddətində yaxşı özünü apardı. İşə artıq rəsmi surətdə çalışmağa başlamamışdan 2 gün sonra bu ilim bitdi, sonra nələr baş verdi, onu da siz gördünüz. İndi bax, sonra kim var idi? Sevinç qaçdı. Sevinç qaçdı. Artıq uşağını da qaytarırdılar. Bəli, atasının uşağını da mülkünü də. alırdı. Ondan sonra ona biz çox böyük güvən
nümayiş etdirdik, ona arxa, dayaq, nə lazımdırsa, dedim, yüksək səviyyədə bir ananın balasına qovuşturmaqdan bu dünyada gözəl bir savab iş olmaz. Amma nə oldu? Nə balı? Bala nədir? Amma Elgiz bəy bir Nə bala? Elgiz bəy 15 Bunlar- nəfər Hacı. 15 nəfərdən Hə. bu 15 nəfərdən artıq 6-sı qalıb işləyir. Hə. Onlar 15 nəfərdən 4-ü, yəni biri qaçdı, Qaçıblar. getmədi, Fərid tamamlamadı müalicəsini, amma yenə də 15 nəfərdən 9-u onu qalıblar, davam edirlər. İndi Hə. insanlar fikirləşir ki, inanmırlar da, çünki bu o şeylər təkrar Hə. olur. İndi bunların da inşallah mən belə hesab edirəm ki, siz nümunə olacaqsınız. Orxan da həmçinin. Orxan da həmçinin. Üçünüz də. Orxan, oğlanın adı nədir? Telman. Bir də Mehriban. Üçü. Görək nə tər olacaq. Yaxşı olar Allahın köməyi. Bu bizim bugün sənət dünyamızın divası Aygün Kazımovanın ad günüdür. Alqışlayıram. Aygün xanımı siz də alqışlayın. Ona uzun ömürlər arzulayırıq. O bizim səhnəmizə çox yaraşır. Səhnəmizin yaraşığı, gözəli, çiçəyi, ən ətirli güllərindən biridir. Canım, ürəyim, Aygün xanım, təbrik edirəm sizi. Axşam görüşəcəyik inşallah. Veriliş bitəndən sonra mən gedəcəm doğum günü. Orada nələr baş verəcək, hamısını çəkib sizə göstərəcəm. Məni bugün izləyin, telefonda izləyin. Kim gəldi, kim getdi, nə oldu, necə oldu, hər şey. Yanvar, şimdi mikrofonla danışın, zəhmət olmasın. Mən də sizi bu arada təbrik Hə, edirəm. çox sağ Demək, olun. yanvar ayında kimin ad günü varsa birindən axırına qədər onların doğum günüdür. Hə. Ən əziz günüdür. Siz də yanvarda olmusunuz? Yox, mən yanvarda olmamışam, yanvarda olan. Mən mayda olmuşam, həmişə mayın birindən axırına kimi deyirəm mənim May ad günüm. gözəl aydı, may gözəl aydı. Sizin də adınız. Bu bizim demək yaxşı xəbərlərimiz. Amma pis xəbərlər də oldu bu həftə, 2 gün bundan qabaq. Çox dəyərli insan, həyatda çox əziyyət çəkən, həm sənət baxımından əziyyət çəkmişdi bu qadın. Həm evladını itirdi, çox cavan evladını itirdi, oğlunu itirdi. Ondan sonra deyəsən bildiyim qədər böyük faciə baş verdi onun həyatında, nəvəsini itirdi. Məsumə xanımla söhbət gedir. Məsumə xanım bizə verilişimizə müraciət eləmişdi. Biz onu qəbul eləmişdik. Görüntüləri gətirək diqqətə. Dünyasını dəyişib yazıq. Dünyasını dəyişib. Allah rəhmət eləsin. Məsumə xanım demək ki, xəstəlikdən əziyyət çəkir. Biz demək xəbəri eşidən kimi həmən Çox sağ olun. qaçdıq sizin yanınıza. Çox sağ olun. Çox sağ olun. Gəldiniz İlkin doktorun yanına. Məsumə xanım, xoş gördük sizi. İnşallah bu nəticələrə biz baxacağıq və qan testləri ilə onları uyğunlaşdırıb artıq müalicəmizi başlayacağıq. İllərdir süd bəzi onkoloji xəstəliyindən əziyyət çəkirdi. Bu gün artıq biz əməliyyatımızı icra eləməyə başlayacağıq. Elgiz mənim başda olmaqla hamınıza minnətdarlığımı bildirirəm. Aman adından, öz adımdan, İndira xanıma. Çox sağ ol. Bütün kanal üzvünə minnətdarlığımızı bildiririk. Ay maşallah. Ay Allah. Tamam, xoş gəlmisiniz. İnanırsınız gələndə nə vəziyyətdə idi Məsumə xanım? İndira xanım, çox sağ olsun. Yəni məni qəbul elədi. Qəbul eləməkdən savayda qayğıma qaldı. Necə lazımdır. İlkin doktor, şəkər axlı saldı, düz deyirsiniz. Allah razı olsun İlkin doktordan buradan Çox çoxlu sağ ol, salamlar. bağışlayın ki, mən- Şəkərin də mücadeləsini o elədi. Hər şey yaxşıdır, yüksək səviyyədə. Allah sizə can sağlığı versin. Sağ olun, Çox sevinirik, çox sağ olun. çox şadıq. Həmişə üzünüzə qapımız açıqdır. Bizim çox sevilən vaxtilə səhnələrdə fəqan eləyən qonağımız da var. Çoxdandır yoxdur efirlərdə. Alqışlayaq Məsumə xanımı. Gözəl insan. Xoş oldu mənim üçün də ki, gəldim, sizi gördüm. Bizim Çox üçün də sağ ol. çox xoş oldu, sizi gördük. Mən deyə bilmərəm, anam icazə vermir. Nə bilim. Bax belə, 3 xəstə ilə bağlı mücadilə elədi bizim həkimlər. Bu çox uzun illər bundan əvvəl olub. O yataq xəstəsi idi, inanırsınız, çox belə pis vəziyyətdə idi. Rəhmətlik, bizim borcumuzdur əlbəttə ki, həm
məsəl üçün vətəndaşlarımız, həm də xidmətləri olan, mədəniyyətimizin, elimizin inkişafında xidmətləri olan insanlara qulluq göstərmək, onların qulluğunda dayanmaq. Və biz Məsumə xanımın da qulluğunda dayandıq. Əməliyyat elədik onu, ondan sonra şəkərlə bağlı şəkərini tutamsı. Demək olar ki, gözəl, belə sağlam insanın şəkəri hansı şəkildə olmalıdır, o şəkildə Məsumə xanım demək müalicə olundu və digər... Bir də İndira xanım bilirsiniz ki, sinəsində onun problem var idi, şişəmələ gəlmişdi, onu da əməliyyat elədik. Yalnız o neçə il yaşadı, ağrısız yaşadı. Və dəfnində bizim əməkdaşlar iştirak edir. Allah sizə dəyməsin, nə qədər insanlara sağlamlıq verir. Gecə saatlarında əməkdar artist Məsumə xanım dünyasını dəyişdi və bu günləri Məsumə xanım dəfn olunacaq. Bir anın içində elə dedi, havam çatmır. Axşam 5 idi də, bircə dəqiqə quş kimi də bir də gördüm, yoxdum. Bu ilkisimizin də yubileydi. Mən 50 mamayı. Elə deyirdim ki, mama qoymayacaqsa öləsə qoymayacaq. Hər yubileydə nəsə olur dedim, mama bu yubileydə olmayacaq, eləyəcək. Mama da çox istəyirdi, indi istəməsin, hamımızı çox istəyir. Eşitdim, dünən axşam idi da. Eşitdim, Allah rəhmət eləsin. Məsumə xanım çox gözəl aktrisa idi, dəyərli sənətkarımız idi. Talidir də bu bir qız alın yazısıdır, yoxsa nədir? Onun həyatı əzablarla dolu bir xanım idi o. Amma çox möhkəm qadın idi. Naxçıvandan pendir istəmişdi məndən, gətizdirmişdim. Açıram xaldini ki, deyirəm, bugün getməliyəm. Məsumə xanım ya. Ey insanlar, zamanında hər şey eləmək lazımdır. Sabaha heç nəyi saxlamaq lazımdır. Deyirəm, bugün gedəcəm. Yox, bugün gedəcəm. Xəbərini aldım. Allah rəhmət eləsin. Bugün bizim için çok ağır gündü. Çünkü bizim teatrın aktrisası hak dünyasına köçtü. Çok biraz çətin yol keçmiş bir qadınıydı. Əzab, əziyyətlə dolu idi, faciələrlə dolu idi onun həyatı. Allah o dünyasını versin, Allah rəhmət eləsin. Allah bacımı rəhmət eləsin, cəmiyyən ölənlərimizlə bir yerdə. Çox sağ ol, hörmətli artıq olsun. Mən aktor ekranda, fironluq elər, işıqları yananda səhnədə ağlayar gülər. Mən aktor ekranda, fironluq elər, işıqları yananda səhnədə ağlayar gülər. Dondan dona girərik, sevilərik, sevərik, milyon həyata gəlib, milyon dəfə ölərik. Dondan dona girərik, sevilərik, sevərik, milyon həyata gəlib, milyon dəfə ölərik. Ömürdən ilkin odur, hər görüş bir oyundur, hər təbəssüm bir sual. Hamımızın axırımız budur. Hamımızın axırı. Cəfər Cabbarlının bir sözü vardı. Deyirdi ki, ölüm bir badə ki, ondan bütün aləm içəcəkdir. Ölüm bir körpü ki, bütün aləm ondan keçəcəkdir. 80-90 bir gün varsan, bir gün yoxsan. Yəni həyatda kimə nə ömür veribsə, şərəflə yaşamağa çalışmaq lazımdır. Qalan nəymiş? O gözəl xanımıdır, sakit insandır, gözəl də ifaları olub, rolları olub. Teatrda sevilən bir insanıdır. Həyatında çox faciələr yaşadı o. Çox böyük əzablar dözdü. Amma indi Allah nə yazıb qismətin odur. Allah rəhmət eləsin. Qalan bir siz nədir? O dəfində insanlar söz deyir, gözəl söz deyir insan haqqında. O kim ki yaxşı əməllərə sahib olub, yaxşı insan olub. İnsanın qazandıqları odur. O sözlər o qədər səbir. Görürsünüz, Naibə xanım necə danışdı, ondan Nübar xanım danışdı, içindən gələn. O çox yaxşı qadın idi. Çox. Mən onu hələ çox uzun illər, biz tələbə olanda o vaxtı belə bir şey vardı, indi yoxdur.
bizi məsələn müəyyən verilişdə məsələn günlər olurdu, bizi teatra aparırdılar. Biletlər gəlirdi, tələbələrə bilet verirdilər ki, teatra gedin. Ki biz zövqümüz formalaşsın, ondan sonra nə olar iqtisadiyyatçısan, nə olar hüquqşünassan, nə olar. Amma əlbəttə və mən onun orada heç yadımdan çıxmaz, haqqasa bir 40 neçə yaşı var idi. Orada cavan bir qızı oynayırdı. Qız 16 yaşında qızı oynayırdı. Ondan sonra bir 40 yaşı var değil onun. Onun o obrazı mənim heç yadımdan çıxmaz. Çox belə yaxşı, gözəl, yaxşı aktrisa idi. Allah rəhmət eləsin. Amin. Bizim demək dostlar verilişimizdə yazıq. Çox yazıq qadın idi. Demək bizim verilişimizə bir gün bir ana gəldi, bir qadın gəldi. Yaşlı qadın idi, adı da Şəfiqə idi. Şəfiqə xanım, gəlin Şəfiqə xanım. Gəl, Şəfiqə xala. Nəysə, bu qadın gəldi bizim verilişimizə. İndi nələr olub, nə baş verib, nə hadisə baş verib, mən bu haqda danışacağım. Əyləş canım, orada kresloda əyləş. Mikrofonu verin. Var orada mikrofon kresloda. Telefonu getir. Çox danışmağa meyilli deyil, amma hər halda danışacağım nə məsələdir, nədir söhbət. Nigar, sən keçən verilişdə dedin ki, mən sözümü tam olaraq deyə bilmədim, mənim sözüm yarıçı qaldı, mənə imkan vermədilər, mən sözümü deyim. Nə demək istəyirsən ürəyimdə? Məsələ ilə bağlı, kim sənə imkan vermədi? Məncə deyilən deyildi, sən də öz sözünü dedin də canım. Dedin ki, belədir. İlk öncə hər kəs salamlayıram, amma... Mən çox üzr istəyirəm, yeni qoşulan tamaşaçılar ola bilər, ekspertlərdən də bilməyən ola bilər. Mən ona görə yada sual vereyim. Bu xanım bizim verilişimizə gəldi, mən sual verdim. Özündən danışdı, dedim belə, şəraitim var özümə görə, Allaha şükür, işim var. Dedim, bəs bir şey yoxdur səndə, sən nəcəm ailə qurmursan, vaxtın keçir. İndi kişi 40 yaşında da ailə qurur, qurur. Amma qadın mən belə düşünürəm ki, bir vaxtı var. Çünki o bioloji məsələlər var. Bu qadın uşaq dünyaya gətirməlidir. Onun da vaxtları var. Müəyyən müddətdən sonra ya uşaq olmur, ya da ki, uşaq Down sindromlu da olur. Bunu mən sizə deyim, yaşlı xanımlar çox vaxt görürsünüz ki, Down sindromlu uşaq dünyaya gətirirlər. Bu tez-tez rast gələn bir məsələdir. Mən dedim, o da dedi ki, mən bilirsiniz, mən gərək alan adamın, gərək, mənə pul olmalıdır, çoxlu. Ondan sonra onun qəşəng mənə maşın almalıdır, bahalı, mənə yeni tikili evlərdən ev almalıdır. Ondan sonra, mən nə edirəm, mən kasıbım. Belə adam da yoxdur indi. Ona görə də mən ələ getməyəcəm. O sözündən sonra burada aləm dəydi bir-birinə. Şəfqə xanım çox pis tənqid elədi. Yox, sərt, pis yox, üzr istəyəm. Sərt şəkildə tənqid elədi. Şəfqə xanım dedi ki, nə hesab edirsən özüm ki, sən dedi də sən o sözləri. Elə səsini filan da eşitməmişdi. Sonra digər ekspertlər də hamı hücum elədi onun üstünə. Nəysə, qızı ağ yuddular, qara sərdi. Yəni barışmadılar da onun fikrindən ola bilsin. Bu qızın dediyindən mən də şərikəm. Çünki niyə görə? Yəni bir dəqiqə. Buyurun. Çünki nəyə görə? Bu adam deyir ki, məsələn, bugün mənim maşınım var, evim var, 3 yerdə işləyirəm. Mən dünən baxırdım. 3 yerdə işləyirəm. Mən gedim hansısa bir kasıb, işsizi, gücsüzü gətirim. Görəcək iş yoxdur, güc yoxdur, maşın gedəcək. Bax, o böyük, geniş evdən balaca evə köçəcək. Bu xanım demək istəyib ki, ikimizin də maaşımız dəyərində olsun ki, yəni bir-birimizin, məsəl üçün, mənim pulum tək xərclənməsin də, onun da pul üstünə gəlsin. Gəl belə danışaq da, elə bil evə 1000 manat gəlir, bu kişi də gətirir 500 manat. Məsələn, 1000 manat bu, 500 manat o, mən yuxarı çıxmıram. Yəni bu yavaş-yavaş, bu da geyinmək müğənnidir də, geyinmək, keçinmək istəyir ki, yoldaşı da bunun kimi qəşəng geyinsin, keçinsin. Bir dəqiqə brend mallar var ki, yanına boyda bağlı. Yəni bu xanım ona görə deyib ki, yəni mənim yoldaşım, bu indi deyir, qaydasını bəlkə də biraz sərt şəkildə dedi deyə, Şəfqə xanım da və başqa ekspertlər də hamı cümdə onun üstünə. Canımsan, ürəyimsən. Mən bir söz deyim, hər bir oğlanın, hər bir qızın sevilməyə haqqı var. Və hamı yaxşı həyat istəyir. Heç kəs deyəməz ki, mən kasıb həyat istəmirəm və yaxud dövlətli istəmirəm. Yalan söhbət.
Sadəcə bu bütün o kasıbla dövlətini birləşdirən o məhəbbət olur, xasiyyət olur. İnsan əlvat bu xanım milyoner qız olsun, oğlanı sevsə, oğlan xasiyyətini vurulsa, onun pul gözündə olmayacaq. Amma adam var ki, xasiyyəti yoxdur, nə olsun milyonu var. Yenə bunları birləşdirən bir məqam, ünsiyyət olmalıdır. Əlbəttə. Amma bu xanımı da qınamaq olmaz ki, mən niyə dövləti istəmirəm. Bilirsiniz, İndi bir dəqiqədə, bir dənə məsələ var. Mən çox üzr istəyirəm. Sizin neçə yaşınız var? 29. Ha, boy, mən 34 bilirdim bunun yaşını. Yox. 29 yaş, vaxtı keçib bunun. Elə vaxtıdır elə. Ailə qurulan qadın üçün Oradan 29 yaşınız var sizin. Çıxart pasportu. Yaxşı, siz bu 29, bu gənc 29 yaş, siz bəs bu maşını, nasıl dediniz, siz özünüz deyirsiniz evinizə, siz bunu necə qazanmışsınız? Bilirsiniz, nə sahibisiniz? evim atamın evidir də, öz evimizdir. Atan evi sənə verir. Mənə vermir, yəni mən də orada qalıram da. Atanın evindən sənə nə onda? Sən axı dedin ki, mənim evim var, özümün O ailəcə mənim də dedin, evim, yeni mənim də tikildi. payım vardı orada, yəni o mənim də evimdir, ata evimdir. Siz keçən verilişdə dediniz ki, Yox. mənim maşınım var bahalı, özümün də evim var, yeni tikiləcəm. Bilirsiniz Elgiz müəllim, mən əziyyətlə bu yerə gəlmişəm. Mənim gecəm gündüzüm yoxdur, məni tanıyanlar bilir. 3-ə kimi oxuyuram, səhər 6-nın yarısı durub başqa işə gedirəm. Siz başladınız söhbəti başqa yerə fırlatmağa. Yox, başqa yerə Siz keçən verilişdə dediniz ki, mənim evim var, gözəl, yeni tikilidə. Gözəl maşını gördüm, can sağlığı. Allah can sağlığı versin sənə. Ondan sonra qızılım var, özümə görə zinət yaşam var, brilyantı var və s. və l. Bunu siz dediniz. Və dediniz ki, mən gələ adam olsun, bundan da çox olan adama mən gedə bilərəm. Özün bilərsən, mənim bundan işim yox. İndi mən sizə sual verirəm ki, siz 29 yaşında bir qız, gənc qız, siz bu qədər var dövləti necə qazanmışsınız? Onun bir dənə cavabını mənə deyim, bundan da qutar. Mən bu sualı verirəm sizə. Yox, atamın evindən mənə pay düşürdü. Varımdır deyəndə elə bilirlər milyonlar. Yox, mən əziyyətlə bura Ay qızım, harada əziyyət çəkmirsən? Onun adını deyəsən. Model işləyirəm. Azər, mən veriliş aparmışam, kooperativ işlərə getmişəm, zülm çəkmişəm, səhər saat 9-dan çıxmışam. Gecə saat 12-də birdə gəlmişəm, elə də yenə də elə. Yenə də elə. Bax, buradan çıxıb 2 yerə getməliyəm. Çünki nə qədər canımda can var, nə qədər ki, nətər deyərlər, mənim imkanıma bunu eləməliyəm. Düzdür ki, qocalanda kimə lazım yox. Xəstələndim, insan gərək bu günləri fikirləşsin. Amma insan gərək öz qocalığının üçün nələrsə eləsin ki, sabah qocalanda çıxıb hansısa cavanın verilişində burada oturub dilənməyim. Nə olar, mənə yazığınız gəlsə, mən neçə ildir veriliş aparmışam, o qədər adamları sağatmışam, indi özüm bu gündə mən kömək edeyim. O günü istəmirəm mən. Ona görə məsələ deyirəm də. Təbii, doğru. Yəni, sən deyirsən, əziyyət çəkmişəm. Mən sizə sual verirəm, deyirəm, bu əziyyəti hansı sferada çəkmişsən? Onu da qutardı, getdi də. 6 ildir aeroportda işləyirəm, hava Ay, limanında. sağ ol. Səhər 6-nın yarısı durub gedirəm işə. Ay, sağ ol. Axşam çıxıb gəlirəm 8-də işdən, evə, 12 saat işdir. Ondan sonra səhnə alırsan. Oradan hazırlaşıram, gedirəm, axşam gecə 3-ə kimi oxuyuram. Ay, sağ ol. Oradan qazanırsan. 3 saat yatırsan. Üçüncü. Ha, cavandır da. Dəmir Sonra canım. Yox, mən bu dəqiqə şəxsən yuxusuzluqdan çox əziyyət çəkirəm. Həm də model işləyirəm. Gündüz vaxtlarım olanda, ev günlərim olanda çəkilişlərə gedirəm. Yəni mən işləyib, özüm qazanıb, özüm öz ayağım üstündə dururam. 3 yerdə işləyirəm, həm oradan. Mən əziyyət çəkib bu yerə gəlmişəmsə, Belə götürəndə, bu qızın hər saatı buna pul gəlir, hər saatı. Elgiz, belə böləndə. Bu xanıma heç kimin ixtiyarı yoxdur. Desin ki, sən düz eləmirsən, milyoner niyə axtarırsan, milyonçu niyə axtarırsan, sən niyə qəşəng oğlan axtarırsan. Bunu deyən adamlar ya paxıllıq çəkirlər. Qəşəng demir, deyir varı Yox, deyirdilər. ekspertlərdən deyirəm, danışanlar. Bu qadını qınıyırlar. Əvvəla bu qadını həmişə bir söz deyəndə, mən həmişə o adamı çalışsam düşünəm. Onun pozisiyasına çatam ki, o nə fikirləşir, nə məqsədə deyir. O məqsəddə paklıq varsa üstü yox. Vəssalam da. Təbii ki, özünün parasını tapacaq da. Bəli. O öz yerində və fikrinə sonsuz, yəni fikrinizi bildirdiyinizə görə minnətdarlığınızı bildirirəm. Deyir sizə, heç kim ona heç şey deyə bilməz. Mən onunla razıyam, amma onun deyiliş forması var. O xanım ilk bura gələndən Elgiz bəyin sözünə qüvvəti. Elgiz bəy məni qabaqladı. Mən deyəcəkdim ki, xanım gələndə deyirdi, mənim heç nəyə ehtiyacım yoxdur, mənim evim var, maşınım var. Xanım, bəli xanım, mənim heç nəyə ehtiyacım yoxdur.
Mən bu dəqiqə özümü yüksək səviyyədə saxlayacaq qədər Siz gəlib qazanıram. burada deyirsiniz ki, mənim həyatımda olan insan bu kriteriyalar olmalıdır. Siz yenə eyni sözü deyirsə, eyni sözü mən nəyə görə özümdən aşağı olan Sevdə bir xanım insana deyir ki, evlənəm? hər kəs öz tayını tapmalıdır. 500 manat nədir? Sevdə xanım, əgər bir kişi gününə 20 manat qazanıb gətirib əlində çörək gətirirsə, Və onun kişi eli kimi böyük kişidirsə, qadın öz tayını arvad oturur, kişi qazanır. Mən qaça-qaça getmərəm. Əgər mənim həyatımda olan insan varlıdırsa, mən qəbul eləyərəm. Yox, orta təbəqənin övladısa, yenə qəbul eləyərəm. Heç olmasa bilərəm ki, mən oturub televizora baxanda, qapını döyəndə yoldaşımın əli zəmbildə qarşılayıram. 500 manat qazansın, 20 manat Söhbət qazansın. bilirsiniz nə deyildir? Siz mənə deyirsiniz varlı kasıb ayırırsan, mən Sən varlı necə kasıb düşürsən ayırmıram. İnci? Varlı kasıb ayıran sizə, mən yox. Mənə qoymasın. Tamaşaçılar sizə irad bildirir ki, o nə danışır? Ki, mən əziyyətlə bu yerə gəlmişəmsə, nəyə görə mənim üstümdə olmasın kişi? Nəyə görə sözünü mənə keçirə bilməsin? Pulu oxumaq sənət deyil. Ailəvi məkanlar olmayan yerdə ifa eləmək sənət deyil. Sənət burada canlı oxumaq. Görürsünüz, gözünüzü ancaq o O barədə görsün. səhvsən. Birincisi, ailəvi məkanda olmayan Səhnə yerdə və tamaşaçılar varsa və səhnə varsa nə dəxli özü var ki, mənə orada deyir ailəli xanımın. gəlir, Xanımın ailəsi özü mənə deyir, özünüz ayrı seçkili yeyirsiniz. Həmin o publarda ya klublarda olan insanlar restorana gedəndə olur səviyyəli, puba gələndə olur səviyyəsiz. Ayrı seçkiliyi siz eləyirsiniz. Bir dəqiqə sakit ol. Mən ailəvi məkanda da oxuyuram, pubda da oxuyuram, hər yanda oxuyuram, yaxşı yerəm. Mənim üçün bütün insanlar izləyicidir, dinləyicidir. Pubda oxuyan insan restorana gedəndə sizin üçün olacaq səviyyəli insan, gəlib pubda oturdusa səviyyəsiz. Hər müğənninin öz qiyməti var. Hər müğənninin bir qiyməti var. Lüboy müğənni Nigar, Elgiz bəy söz soruşdu, icazə bu dəqiqə verib kluba cavab gətirib. verin. Bir dəqiqə, indi Qiyməti ara budur, verin, görək məbləği qızlar budur. deyir. Buyur. Pulu verib gətirib oxuzurlar. Sakitləşin. Qıza deyirəm sakitləş, qız sakitləşmir. Canım, 12-dən sakitləş. Görək nə deyir, İnci nə deyir, o da cavan qızdır. Mən də ailə qurmamışam, 34 yaşım var. Bəli. Amma mən varlı kasıb söhbətinə görə deyil bu. Mən düşünürəm ki, kasıb bir anda elə gözəl varlanar ki, Bəli. heç kim, yəni o düşünmədiyi bir dərəcədə varlı ola bilər. Varlının kasıblaşmasını. Bəli. Və varlı birdən-birə elə kasıblaşar ki, o dəhşət. onda belə çıxır ki, sən varlı olanda ona getmisənsə, o kasıblaşanda sən ondan ayrılacaqsan, boşanacaqsan və yaxud küçədə Kasıb deyə qoyacaqsan. bir şey yox deyə özünü işə əziyyətə verməyən var. Əli O yerində başqa mövzu. O başqa məsələdir. Baxın, Baxın, indi deyirsən ki, özünü əziyyətə verməyən, fəhlə özünü əziyyətə verir, amma günə 20 manat, 30 manat qazanır. Sən deyirsən ki, kasıba getmərsən. Onda niyə fəhləyə getmirsən? Elə fəhləyə get də. Fəhlə də özünü əziyyətə verir. Olar bir dəqiqə, olar bir dənə söz Mən də əziyyətlə pul Nigar xanım, yazarım. aynen. Bir də siz sənət deyirsiniz, mən əziyyət çəkirəm. Sən düzdür, Məryəm, bəyəm dediniz ki, 10 ildir publarda mən oxumaq, oxuyuram. ailəvi Siz də məkan məni falan çoxdan feşmə. tanıyırsınız. Pubda oxuyan insanda, ailəvi məkanda oxuyan Başa insanda düşmürsün, ən mən ailəvi azı məkanda belə bir şey deyim. Niyə Ən bana azı pub öz gözünüzə geyimini girir? bilər ki, geyim tərzi deyilən bir şey var. O geyim Sən danış görürsən. ailəvi məkanlar olmayan yerlərdə oxuduqda belə o geyim tərzi deyilən bir şey var da. Mən səni çoxdan tanıyıram, amma o geyimlərdə görməmişəm. Təzə-təzə yeni görürəm. Sən elə bir dərəcədə açıq geyinirsən ki, Nigar. Niyə xalq Bunu dərslərimiz o geyinəndə geyimlə yaxşıdır, sizi cavanlar ailəvi geyinəndə? məkana Hamısında çağırmazlar. bir dənə sözü var. Biləsiniz. Hamısında bir dənə sözü var. Xalq artisti gəl. Aşıq, xalq artisti bu adam böyük bir Nigar, xalq artisti, gəl sən də canlı oxu, buradakı müğənnilər də canlı oxu. Çox xahiş eləyirəm. Gəl canlı oxu, biz də canlı oxuyaq. Oxu da. Deyirsiniz, Bəli. sənət, bir Olar dənə mən bir canlı dənə söz oxuyun da, deyim. nə olar? Nigar xanım, Mən sizə nəsə sübut eləməyim Canlı oxu deyən kimi deyirsiniz ki, boğazımda nə bilim nə var, səsim var. Fakt var da, Oxuyun da, fakt qurban var da. fonoqrama effektdən Fakt var da xanım, yüklüyürsünüz. Açım Gəlib şəkli canlı oxuyun göstərim, da, nə sənə olar? yalan borcum var. Mənə borcun yox deyə, sən Deyirəm ki, sənət fakt mənim deyirsən, mənə səsimdə borcun problem var. yoxdur. Bir danışaq. Fakt mənim səs telimdə problem var. Açım şəklin göstər. Sənə yalan borcum var. Səndən qorxacağam. Sən kimsən? Bəs necə oxuyursan sən orada? Deyirsən ki, Yox, fonoqram da oxuram, canlı yola verə bilirəm mən. Yəni o dərəcədə düşmür. Bir də yola ver də bir şey oxuyacağım. Yox. Bir dəqiqə icazə verin mən Bir də bir söz deyim. Niyə mən ailəvi məkanlarda, dövlət tədbirlərində oxumağım gözünüzə görünmür? Hansısa ailəvi olmayan məkanı burada səsləndirirsiniz. Siz ayrı seçkiliyi siz eləyirsiniz. Ailəvi olmayan məkandakı insanlar ailəvi olan məkana gedəndə İnci xanım ilk dəfə bura gələndə
elə ifa elədi ki, onun tələbələri də var. Biz sustuq, oturduq. Heç nə demədik. Susmadınız, ay Ülker, bu qədər imkan yaradıb. Çıxın bir dənə oxuyun. Amma bəhanə lazım deyil. Bu qədər imkan yaradıb müəllim. Oxuyun da. Mən sizə bəhanə eləməyə səbəbim yoxdur. Siz mənim üçün maraqsız Mikrofon verin insansınız. ona, danış görüm Sevda. Nigar, sən deyirsən, niyə dövlət tədbirlərində çıxış eləmədin? Mən axı bayaq dedim ki, mən səni əvvəl tanıyanda səni başqa tanımışdım. Bəli, biz dövlət tədbirlərində çıxış eləmişik. Bəli, biz müəyyən məkanlarda çıxış eləmişik. Amma mən səni o geyim tərzlərində heç vaxt görməmişdim. Nə olub ki, mən yerinə Nə görə oldusa geyimimi dəyişdiniz. bilirəm. Gördünüz ki, o cəhətdən, Mən o yolda yerinə pul görə, yoxdur, keçiniz bu yola ki, pul qazanasın. Mən yerinə görə geyimimi bilirəm. Bu dəqiqə açıq geyindin, gündəmdəsən, bağlı geyindin, səni sayan yox. Düz deyirsiniz. Xeyr, elə Bəli, deyil. mən zəmanə ilə uyğunlaşıram. Yanlış, insanın səsi olsa... Xanım bir dəqiqə, ay xanım. Mən cəmaatın ürəyindəkilərini dilimə gətirirəm deyə. Nigar xanım, Elgiz müəllim. siz özünüzü çox yüksəkdən aparırsınız. Bir dəqiqə, Yüksəkdən aparmıram, niyə yüksəkdən aparım? Qarşınızda sizin bu yaşlı adamlar oturub. Mən sizə hörmətsizlik Elgiz müəllim, onlar bir söz Mən heç deyir. kimsə hörmətsizlik eləmərəm. Sən birinci ailəni kasıb, varlı Mən yerə ayırmıram. ayırdın, bir Bax, burada dəqiqə. İkinci deyirsən ki, buyur. deyirsən ki, indi bu dəqiqə çıplaq geyinəndən daha öndədirlər. Bəli, Sən bəli, bu reallıq. Azərbaycan Reallıq mentaliteti budur. deyilən bir şey var. Reallıq budur. Azərbaycançılıq dəyərləri var. Sən nə danışırsan? Hörmət yoxdur. Şəxsən mən hörmət Yaxşı da hörmət Elə var. insanlara. Artıq o dəvdə düşüb. Siz düzgün danışmırsınız. Bilirsiniz, Şəfiqə xanım keçən veriliş buradaydı. Mənə deyirdi, Ailə bir söz deyim. Şəfiqə xanım keçən dəfə mənə deyir ki, ayırırsan, kasıba get nəyə? Bura bir kasıb gəlib deyəndə kömək istəyirəm. Deyir, ay bala işin yox idi, niyə uşaqları dünyaya gətirirdin? Bir ailəvi saxlamaq qədər işdə pulu qazan. Onu da o deyir, onu da o deyir. Bəli, mən özümdən üst səviyyədə oğlan istəyirəm. Sən görsən ki, bu kişi sənin Məndən aşağı pul qazanan kişi mənə sözünü keçirə bilməz. Sən bilirsən, bu nə deyir, özündən artıq oğlan istəyirəm də. İkinci də ki, Pis söz deyirəm, kim istəyir pis yaşamaq? Xanım qurban olun. Ailə sevgi deməkdir. Nə sevgi? Sevgi var, sevgin ömrü üçün Sən ailədə təsdiq olun. ailə quranda sən orada danışırıq. kasıbı varını seçə bilməzsən. Kasıb varlı. Ülkərin də, İncinin də dedikləri sözlərin qarşısına baş əyirəm. Halal olsun, İnci kimi mən səsinə, mədəniyyətinə, tərbiyəsinə söz alan ikinci bir oxuyan adam tanımır. Ya da Sevda xanım. İnci'nin heç kim pisləmir burada. Necmə xanım, İnci'nin burada pisləyən Mən yox. danışırsan bir sakit dur da nə olar ki? Xahiş edirəm də, görsən danışıram. Bir dəqiqə deyər. Allah, niyə əməl deyirlər? Niyə ki? Ona görə ki, düz deyirlər. Sən düzgün danışmırsan. Bu nə Yo, ola bilər. Özün də yaxşı Nə olub geyimimə? Efirdə geyimə. Nə olub Bu geyimimə? efir geyimi deyil. Nə olub geyim? O sən tamaşaçıya Cavan qızım, qarşı nə geyinməliyəm? geyinə bilərsən. Çox qısa geyinirsən. Haram çox qısadır, haram çox. Hərdən artıq qısa geyinirsən. Necmə xanım, icazə verin. Ay Allah, öldürürsünüz məni. Çox qısa geyinirsən. Elgiz bəy. Elgiz bəy. Hansı ki sizin də qızınız var, mənim də qızım var. Olmaz. Hansı sözü? Çünki qızlarımız var. Hansı sözü? Evladımız var. Sabahlar onlar bizim dizimizin dibində oturanda. Hansı sözü? Yəni ki, sən belə geyinmişsən, sən elə geyinmişsən, açıq geyinmişsən, filəngəsi qabağında baş əyirəm. Mən qızım müğənni deyil. Mən müğənni baxımdan deyirəm ki, müğənni olsa da... İstəyən özü bilər. Ay balam, Nigar'la... Geyin birinci... Hər kəs ölərdə öz adı ilə bunu Sevda xanım, ay Sevda xanım, siz deyirsiniz ki, siz mənim qızım var, belə bir söz deməli deyilsiniz də, məsəl üçün. İlhamə də bir xanımdır, amma İlhamənin sənəti ola geyimini bilə-bilə siz günlərdir İlhaməni əzirsiniz. Onda İlhaməni də əzəndə qızınızı düşünün də, nə olar ki? Nə el çalışsan, istəyir Elgiz müəllim, bir dəqiqə olar. Sevda xanım. Artistlik eləmə. Bir dəqiqə, artistlik eləməyin, bir dəqiqə. Bir söz deyim. Mən kimsə əzmirəm, İnci, artıq da danışma. Səndən gözləməzdim, artıq da danışma. Mən əzmirəm. Sevda xanım. Əgər bir-birimizi tanıyırıqsa, Allahın salamını dedim. Birinci, mənim ona ihtiyacım yoxdur, onun mənə. Mən bugün müğənni olmayacağım. Odur müğənni. Mən jurnalistəm. Bildin, mən onunla rəqabət apara bilmərəm. Çünki niyə mən müğənni deyiləm? Özü bilər. Necə oxuyur, neyniyir, hardan pul qazanır. Mənə nə? Allah elgizin köməyi olsun. Sağ ol canım, Sevda buyur. Mən hamınızı salamlayıram, bir söz demək istəyirəm. Bayaqdan o xanımın geyimini müzakirə olunur. Günah onda deyil. Günah hansı ki məkanda o çıxış edirsə, səhnə alırsa, o icazə verməsin, o geyim onun xoşuna gəlmirsə, o geyimlə o çıxırsa, kimisə qarşında ifa eləyirsə, onların günahıdır.
Bunun xoşuna gəlir, yaraşır, giyinir. Mən şəxsən özüm hadisə məclisliyində mən həmişə seçmə müğənnilər dəvət edirəm. Yəni vulqar müğənniləri mən dəvət eləmirəm. Çünki mən ailə içinə gətirəm bunları. Nəcibə xanım, bu birincisi, ikincisi qalan yerdə necə bacarır, hələ də qazanır. Pul verməsinlər, getmə. Demək dəyərləndirirlər, qiymətləndirirlər. Çağırırlar onu məkanlarda, ifa eləyir, pulunu qazanır, gedir. Bir söz də deyir, bir söz deyir, mən özümdən götürürəm. Nigar xanım fikirlərinə hörmətlə yanaşırıq. Əvvəla bu onun fikirləridir, o belə seçim edir. Bu onun seçimidir. Amma seçimi o demək deyil ki, hər kəsə nümunə olmalıdır. Ailə dəyərləri üzərində qurulmalıdır. Mənəvi dəyərlər üzərində qurulmalıdır. Düzdür, ailənin saxlanması üçün maddiyyat çox önəmlidir. Yəni bu günün faktordur, heç kəsə bunu dana bilməz. Amma ailədə əgər xanım qazana bilirsə, ailəyə dəstək ola bilərsə, o demək deyil ki, sizdən az qazanan oğlana, bayaq bir söz dediniz ki, o məndən az qazanırsa, mən ona söz keçirdə bilməyəcəm. Hörmət edə bilməyəcəm. Yəni hörməti insan puluna görə etmirlər. Kişi qadını saxlamalıdır. Yoldaşına hər şəraiti qurmalıdır. O kişinin borcudur. Amma ailə, bir də ki, qurban olum, hansı qız istəyər, hansı xanım istəyər ki, normal, gözəl yaşamasın, əri sayılıb seçilməsin, getdiyi yerdə ona hörmət eləməsinlər. Amma düşünün ki, biz qısa aradan sonra qaldığımız yerdən davam edəcəyik. Qısa ara. Ayaqlarınızda damar genişlənməsi, şişkinlik, qızartı, yara varsa, bu varikoz xəstəliyinin əlaməti ola bilər. Varikoz ciddi xəstəlikdir və bu xəstəliyin lazer ilə müalicəsini aksiyamızın damar cərrahı doktor Məhəmməd Əfəndiyev Xətai Estetik Klinikasında Alman texnologiyası ilə narkozsuz, kəsiksiz, tikişsiz həyata keçirir. Sağlamlığınızı Xətai Estetik Klinikasına həvalə edin. Əlaqə nömrəsi 055 633 3700 070 276 64 64. Əziz valideynlər, aksiyamızın peşəkar uşaq həkimi pediatr Kənan Qarayev Gəncə və Tovuza gələcək. Doktorumuz 22 fevralda Tovuz Medical Center'da və Gəncədə Ankara Medical Center'da 18 yaşa qədər uşaqların körpələrini qəbul edəcək. Uşaqlarınızda olan bütün sağlıq problemlərlə bağlı doktorumuza müraciət edə bilərsiniz. Telefon 050 224 51 05. Əziz bərdəllər və lənkəranlar, ağrısız həyat şansı ayağınıza gəlir. Aksiyamızın həkimi alqoloq Vüsal Eyvazov bütün xronikləşmiş, səbəb bilinməyən ağrıları dərman müalicəsi olmadan əməliyyatsız kəssizlərdən qaldırmaqla sizi ağrısız bir həyata qovuşturacaq. İnşallah və bu məqsədlə 8 fevralda Bərdə Qarabağ Klinikasına, 21 fevralda isə Lənkəran Medlentdə hospitala gəlir bu məqsədlə. Bərdə və Lənkəran sakinləri, ətraf rayonlarda yaşayanlar yazılmağa tələsin. Telefon 077 311 88 66. Süd vəzində problem olan qadınlar. Aksiyamızın peşəkar həkimi cərrah onkoloq mamoloq İndira Səfərova 31 yanvar Cəlilabad Nuraniyə Klinikasında, 7 fevralda isə Səbrabad Omega Klinikasında qəbul keçəcək. Demək, Səbrabad və ətraf rayonda yaşayanlar buyurun, müraciət edə bilərsiniz. Mastopatiya, süd vəzi xərçəngi, süd vəzinin böyüdülməsi, kiçildilməsi, amputasiyası, amputasiya olunmuş süd vəzinin bərpası ilə bağlı problem varsa, bizim peşəkar həkimimizin qəbuluna yazıla bilərsiniz. Allah bütün xəstələrimizə şəfa versin. Əlaqə nömrəsi 055 862 27 62. Dostlar, bizim verilişimizə 5 il bundan əvvəl bir qadın, bax bu Şəfiqə xanım gətirdilər. Dedilər ki, bu qadın demək evdən çıxıb Akstafa rayonundan, düzdür? Şəfiqə xanım, Qazaxdan, Tovuzdan. Tovuzdan çıxıb birbaşa gəlib verilişə. Dedi ki, mənim heç kimim yoxdur, mənə bir ailə sahib çıxsın və yaxud da ki, məni qocalar evinə yerləşdirin. Biz də elan elədik, gördük yaxşı qadındır, sakit qadındır. Bir xanım, Sənubər,
Sənubar idi qadının adı. Səyyarə. Səyyarə adında bir qadın zəng elədi. Sözü düzü Şəfqə xanımı bir ana kimi evə aparmaq istəyən vətəndaşların sayı çox idi. Biri deyirdi ki, anamla qalsın, anam təkdir, anama qulaq yoldaşı olsun. Biri deyirdi ki, nə bilim, xəstə kimi varsa onun yanında otursun. Biri dedi ki, heç nə lazım deyil, gəlsin evimizin başında otursun. Bir qadın zəng elədi ki, ən çox sevdiyim bibimə oxşadıram onu, gəlsin, elə bilim ki, bibim bizdədir. Amma Şəfqə xanım Səyyarə xanımı seçdi. Hə, onu seçdi. 5 il bundan əvvəl Səyyarə xanım, hə? Mikrofonu ver. Canım danışın da. Nəsə demək istəyirdin? Səyyarə xanımı siz seçdiniz də özünüz, düzdürmü? Vahid bəy, siz mikrofonu tutun, o danışsın da, siz tutun. Danışmaq istəmirəm. Birinci göndərdi, getdi evlə tanış oldu. Sonra gəldi ki, ay Allah nə gözəl. Səyyarə də ona yaxşı qulluq edirdi. İndi mən deyirəm, bildiyimi. Ola bilsin, əgər səhv danışıramsa, siz müdaxilə edin. Nəysə gəldi Səyyarə xanımı studiyadan apardı, Şəfqə xanımı. 5 ildir buna baxır. Dişlərini düzəltdirib. Dayıq yemək, içmək, ondan sonra nə lazımdırsa yüksək səviyyədə. Amma bugün hər ikisi buradadır. Şəfiqə xanım deyir ki, mən onunla da yaşamaq istəmirəm, onun evində. Niyə? Hə, bilmirəm. Buyur. Mikrofonu götür. Axı bir dəfə də kişi gəlmişlər, çox razılıq Bir edir. dəqiqə. Aynen. Ay xanım, niyə getmə? Gəlmirsən verilişə, düzdür? İndi mən sənə sual verirəm. Niyə onunla yaşamaq istəmirsən? Götür mikrofonu. Argumentlerdir. Səni incidir. Aç saxlayır səni. Düzünü de. Mikrofonu yaxın tut. Mən istəmirəm o haqda danışmaq heç. İyiləşdirirsiniz böyle harasa göndərməyə. Niyə? Axı sən isti evin, gözəl şəraitin. Mən ona gəlmişəm. Özgə heç nə danışmaq da istəmirəm heç nə. Xanım, sizin danışmamağınız... Ay xanım, 5 ildir sən bunun evində qalmışsan. O qadının 5 il əziyyəti heçə vurmaqdır. O qadın sizə 5 il əziyyət çəkib. O neynədir ki, siz ondan incidir? Denən, səbəbini denən. Buradan aparaq da. Olmadı mı ki orada? Mənim də əziyyətim çox çıxıb orada. Sənin? Tək onun əziyyəti mən olmayıbdı. Sən də əziyyətli olub. Mənim də əziyyətim olub orada. Məsələn, neynəmsən canım? Nə əziyyət çəkirsən? Hər şeyə də getmişəm. Qoyur gedir, hər şeyə də yönəlirəm. Hər şeyə də baxıram. Nə deyir? Qoyur gedir, hər şeyə Gedirəm, baxıram, hər şeyi ola gedir, mən də baxıram hər şeyinə. Nə olar elə Məsələn, nəyə baxırsan? Nəyə? Mal-qaraya baxırsan? Baxmışam da, nə olsa Mikrofonla danış. baxmışam da, niyə Baxmısan baxmışam? mal- Baxmışam da. Hər şeyə də kömək eləmişəm. İndi də bacara bilmirəm, birim çıxıram. Özgə buradan mən Səni çox işlədi. Mən tabi eləmirəm, dalaşmıram, söymürəm, nə eləmirəm. Şəfqə xanım, bax indi evi göstərirlər, bax bu evdə qalsın. Sən Göstərsin, otağın ha, ayrı, göstərirsin, mən gülün nə deyirəm? çiçəyin içində, gör sən nə gözəl. Olsun göstərirsin, mən demirəm ki pisdir. Təzə heç bacarmıram da. Özgə heç Artıq bacarmırsan. Yox. Səni çox işlədir. Belə başa Yox, düşdüm. bacarmıram, daha nə biləm. Səyyarə, gəl. Mikrofon ver. O da deyir efirə çıxmasın. Ay bacı, sən efirən aparmısan bunu. Hamı səni tanıyır da. Gəl gör, deyir məni çox işlədir. Bir-birinizi burada tanımısınız da, indi gəlin görən nə olubdu da. Səyyarə, deyir məni çox işlədir evdə, deyir. Məni zülüm eləyir. Hə, gəl, eyb yox, bilirəm, hə. Mən evdən belə gəldim. Başa düşdüm, anladım. İndi gələk bax Adi görək. geyimdir, nə olsun? Gəl, gül kimi də görünürsən, heç bir problem yoxdur. Qəşəng Deyir, görünür. məni işlədir, istəmirəm indi, deyir. Narazılığı var, mən nə deyirəm ki, mən nə işlədirəm o? Xəmirdir, özüm yoğurub çörək bişirirəm. Aha. Yeməkdir, qazana yaxın gedmir, özüm bişirirəm. Özümə ayrı yemək bişirəndə ona ayrı yemək bişirirəm. Mikrofon ver. Mikrofon ver ona Vahid. Hə. Demişəm ki, bu gedən bir gündən demişəm ki, sən pişirəcəksən, mən də yiyəcəm. Sən neçə köydəsən, pişirəcəksən, mən də yiyəcəm. Qalan içinə də mən demirəm ki, mən də deyirəm qalan içinə də baxıram. Hə. Deyər, danışma sən də, heç danışma. Qoy özləri danışsın, görək nədir, hə. Bir dənə mal sağır, Hə. malı yerber eləyir. Toğ düzə də özüm yerber eləyirəm, həyət də özüm süpürürəm. Hə. Kuxuna da özüm təmizləyirəm. İndi evdir, mən deməyəcəm ki, ona gəl mənim evimi təmizlə. Təbii ki, özüm təmizləyirəm. Hə. Bütün yeməkləri bir dənə pendir eləyir, mala baxır. Özü desin, əgər yalan deyirəmsə, evdə olmayanda mən bunu aparmışdım, bacımı əvəzə aparıram. Mən öləndə sən məni yer ber eləyəsən, mən öləndə sən öləndə mən sən yer ber eləyəcəm. Bir-birinizə söz Mən vermişsiniz. o azla apardım bunu, yanınızda da dedim. Hə. Dedim, bacım rəhmətli 8 il mənlə qalıb, indi rəhmətə gedib, mən aparıram bunu bacı əvəzi. Elə dedim də burada. Düzdür. Hə, dedi, belə dedi.
İndi özün neydən narazılar bax. Burnundan qan fişən gedirdi. Belə bax axırdı yer qaldı, elə mən qan olurdu. Onu malcə elətdirdim. Sonra. Onu malcə elətdirdim. Ondan sonra. Göy nə deyir? Ne deyirsən Şəfqə? Mikrofonu yaxın tut, ay Şəfqə canım. Ne eləyim? Pensiyalarla buraya özüm eləmişim. Və pensiyalarla elətdirdim də. Ona kimi belətdi, düzdür. Öyle böyle malzeme olurdu, sonra da neyse gelene hamısını özüm elətdi. Öz xarcımı özüm çəkmişim. Ay kızım, sen bunların evine gelende sənə pensiya alırdın. Pensiyada o düzəldim sənə. Ondan sonra o getdi sənə 200 nə qədərsə pensiya alırsan, düzdür mü? Almışam. Pensiyaya qədər mən eləmişəm də Elədim, bütün nəyi. Ay sən, sən mənim suallarıma cavab ver. düşməmişdi. Bunun kimi var? Bu Tovuzda bunun kimi var? Bilmirəm valla. Sen yurdunuz adını tanırsan bunun Tovuzda. Yox, tanımıram. Keçin Qapısını da tanımırsan. Yox, tanımıram. Qardaşı, bacısı. Yox, sizin efirdən görüb gəlib. Ben buraya gelmişim. 5 ildir sen bunu bilmirsən nə, kimi? Yox. Neçə dəfə deyib xalam oğlu var, nə bilim. Bacıları var. Nə bilim Çaylıda var. Deyirəm istəyirsən maraqlanaq. Ben Çaylı harda, Çaylı ne görüyorum. Necə? Kimim var? Necə? Bir dənə. Bir dənə də onu da özüm bişirib qatıq çalıram. Ondan sonra şoru özüm eləyirəm. Da hər şeyi. Yaxşı, bunun bildiyim belə evi Tovuzda. O orada niyə gəlmişdi? Nə olub? Nə baş vermişdi ki? Nə bilim evdən çıxmışdı da gəlmişdi bu Nigar xanımın sığınacağına Mikrofonla gəl. deyil, mikrofonla da. Necə? Ne vardı vaxt, bu da hamısını danışmışam. Mənim yadımdan çıxıb, nə olmuşdu? Gəlib Nigar xanımın sığınacağına. Oraya gelmişim, oradan da buraya ettim. Bilirəm, sənə nə olmuşdu ki? Sən orada nə baş verdi ki, oradan çıxdın sən? Öyle yola vermedim, öyle çıktım geldim. Kim yola verməsin? Öyle iki kız var idi. Ben Bacın o vaxtdan qızlar. danışmışam. Bacın qızları. Özüm bacım döyü, bacı döyü, doğma döylük. Ögey bacın qızları. Ben ona göre istemiyorum. Sən evladın var? Yok, Evladın yoxdur. yok. Ərdə olmusan sən? Doğru çıkmışam. Hə, olmusan amma ayrılmısan ərindən. Çok onu. Hə, demək ki, bacısı, ögey bacısı var, onların yanında çıxıb Ona göre gəlmişdi. ben istemiyorum hiç açılmak. İndi yaxşı ki, sən tapdın, bu 5 ildir sən ana oldu, bacı oldu. Bir dənə inəyi disə sağıram. Mikrofonla danış. 3 ildi. 3 ildir, Hə. çox olur, nə üçün? Allah hakkı 3 ildi. 3 il çaydı. Hə, 4-cü ildir, hə, 3 4-cü il il. çaydı. Yaxşı bilirik. Hə, nə yaxşı da bilir. Nətər bilirik vaxtında. İndi sən nədir, bundan inciliyin, bir dənə işlədir səni deyirsən? Ben şey istemiyorum da bacarmıyorum vallahi ne bile. Benim yaşım. Nəyi bacarmırsan ki? Sən yaxşı qulluq eləyərəm. Ay Bu sən yaxşılıq adam nə nə oldu bu? danışır? Daşadır başını tutur. Adam Deyir yolda küçədə qalaram, onun evində qalmaram deyir. Elgizlər, əslində burada heç nə yoxdur. Sadəcə bəzi insanlar, o deyir, İlyas Əfəndiyevin əsərində deyir, insanlar iki cür qocalar. Birinci cür qocalan insanlar qocaça kövrək olur, ikincilər çox həddən artıq aqressiv olur. Bu xanım ola bilsin ki, yaşla əlaqədar, yəni müəyyən şeylər aqressiv qarşılayır və Baxaq dolanmaq... görək, hə. Görək bacısı danışıb, deyək bacısı da eşidə görək. Alo, buyurun eşidirəm. Salam Tahirə xanım. Salam, salam. Tahirə xanım, siz demək Şəfqə xanımın bacısısınız. Ögey bacısı deyiləm mənəm, hə. Ögey bacısı deyilən sizsiniz. Bəs sizin kimi belə bir bacısı olan məlahətli səsiniz var. Mən bəyəndim səsinizi. Çox sağ olun, Bir xanımın bacısı niyə görə sahibsiz qalsın axı? Həkim ona əgər mən sahib çıxmamışamsa, mən Allaha həvalə olunum. Ay Tahirə xan, deyirsiniz oturmadı o bacısı. Yaxşı, Niyə oturmadı? Səbəbi siz bilirsiniz, siz deyin. Şəfqə xanım işə demir. Ay xanım, sənə qurban olub. Ondan sonra çıx denən sənin evladın hardadır, sağdır, ölüdür, bilərmi? Evladın hardadır denən, niyə baxmıyordun evladına? Ölüm. 6 yaşında 6 yaşında ölüm. 6 yaşıydı vardı. Hansı şəraitdə öldü, xəstələndi? Sarılıqdan öldü. Sarılıqdan 6 öldü. yaşında. Qəbrində Nədir, deyir, ay Elgiz müəllim. Dəqiqə. Bəs niyə deyirsən mənim evladım yoxdur? Yox, deyir ki, niyə evladından gelib qalmırsan bəs? Mikrofonla danış. Oğlu var idi bir dənə. Hə. O da Vayennidədir. Hə. Mən gəldim, Kənd Sovetin bələdiyyə ilə getdim, özdə kəndimizin bələdiyyəsindən. Hə. 20 gün orada qaldım, gördüm bunlar narazılıq eləyirlər. Biri deyir, gəldin, ölməyə gəlirsən, buraya mənim yanıma. Bir otağın nəyini bölüm mən orada? Nə otaq bölüm mən orada bir otağı? Şəfiqə, gələndə bir dənə göstər, kadrı bir də göstər, dal, arxaya elə. Bax, saxla kadrı. Nədir ki, mən nə deyirəm ki? Yox, məni yox, Şəfiqəni, hə. Mən Baxın, sakit. zat Yaxını eləmirəm. gətirin. Bax, Şəfiqə, 3 il bundan əvvəl, bax sənin saçın, başın,
Çox arıq idin. Bir dəri, bir sümük idin. Bir dəri, mikrofonla danış. Bir dəri, bir sümük idin. İndi maşallah səni bu qadın bir 15 yaş gəncləşdirib. İstədiyini yeyirsən, istədiyini içirsən, istədiyini geyinirsən. Mikrofonla danış. Naxaq gəldim, bu verişəndə naxaq gəldim. Mən çox qocalar evinə getmək istəyirəm. Əgər kömək edirsənsə göndərin. Yaman şeydir ha. Xasiyyəti bunu Heç yaman. o qadın adamla dolanana oxşamır. Ağ bir şey olsa. Mən elə Allah adamı, mən heç vaxt elə olmam. Asfadəbini gələndə neyini ayrıca müstəqil yaşamaq. Yerdən səs gəlir, burada danışıqlar. Kimdir da? Ay bala, oturumcu köynək. Nə istəyirsən? Elgiz müəllim. Hə? Hə, geçsin də çıxsın bayra da. Elgiz müəllim. Yadınızdadır, mən burada bunu təzədəndən efirə çağıtdırdınız 2 aydı, 3 aydı. Sonra çağıtdırdınız ki, bununla maraqlanasınız ki, görək yaşayışı nətərdir, nətərdir. O bir kişi var idi, bığları nəm eşmədi, nəm nədir, o kişi. Onu da çağıtdırmışdınız. Mən acıq elədim, çıxdım bayra, çıxdım, getdim. Onda bundan soruşdunuz ki, qadın getdi, bəs nətər olacaq? O dedi ki, mən bildim kimin yanına getdim, ona görə getdim. Yadınıza gəlir o söz. O bulma kişi evlənmək istedi Şəfiqə ilə. Yox, o nə bilim, güya buna talib çıxmışdı. Onu da siz çağırmışdınız. Sonra siz çağırtdırmışdınız. Ay balam demisən ki, bu 5 yıl buna mənim yadımdan çıxıb. O bulma kişi nə gəldi, dedi Şəfiqəni almaq istəyir. O kişi hələ bir burada buna talib düşmək istəyirdi. Hətta qulaq yoldaşı, qulaq yoldaşı. Sonra siz haradasa 2 ay, 3 ay bundan sonra, keçəndən sonra da, bizi, bu mənlə gedəndən sonra, bizi çağırtdırdınız ki, cəmaət onun taliyi ilə maraqlanır. Gəl, bir efirə çıxada bilərsən, dedim mən gözümüz. İstəyirsiniz, çıxadaram. Götürdüm, gətirdim. Sonra gördük ki, o kişi təzədən buna talib çıxıb. Mən də acıq elədim, çıxdım efirdən. Ki, yəni ki, siz buna görə məni çağırtdırmamışsınız. Sən istəmirdin ki, ailə getsin. Yox, ona görə yox. Çox istəyirdin da onu. Ona görə yox. Niyə? Bəlkə özü ələ getmək istəyibmiş, sən cəmaatı niyə imkan verməlisən getsin? Yox, niyə mən əvvəldən burada dedim ki, getmək istəyir. İndi bax, düyün açıldı burada. Deməli, o qadın... Mən əvvəldən burada dedim, getmək istəyirsən, öz fikridir. Yağın ələ getməsin, sən ki ayağını dirədin ha buradan. Ona görə o sənə ona görə qıcıqdır ki, gedəydim də ərə gedəydim. Onda da siz bundan dediniz ki, qadın çıxdı getdi ki, indi nətər olacaq? Cəmaat da buradan dedi ki, nə oldu bə, indi qadın burada tək qalacaq. Sonra mən qayıtdım, gəldim. Dediniz ki, şeydir, buna sual verdiniz, bu dedi ki, yox, mən ona inanıram. Sənə? Mən ona görə, inandığıma görə də gedmişəm. İndi nə oldu bə, indi mən həmin adamam da, indi inanmırsan. Mən də həmin adamım. Mikrofonla danış, hə? Həmin adamsın, mən səni qovlamışam. Mən də dedim, mən sənə dalaşmadım ki, dav eləmədim, deyim çıxıram. Özgə burada nə var? Mən də dav eləməyimlə dalaşmamışım. Bu qadın hökümlü qadın oxşayır. Kim? Bunun nəsə fikri var. Səyyarə xanım çox gözəl insandır. Bəlkə də ola bilsin ona ana bacı kimi yox, biraz qulluqçu kimi. Xeyr. Ona görə də o xanım inciyib onu. Vallah, bayramda kraska qayırdım. Hazırladım. Dedim gəl. İstəmirəm. Sən də qayırdın, tökdün. Mən deyib istəmirəm. Dedim gəl kraska hazırlamışam. Sən də bir daha görə nə danışır? Axı danışır. Atasının adını. Hə, neynədir? Kraskanı düzəltdi, neynədir sonra? Dedi ki, istəmirəm. Dedim, avuca qarışdırmışam axı. Dedi, yaxı öz saçı var. Dedim, sənin saçın kraskası, mənim saçıma gedir axı. Dedi, istəmirəm. Mən bilmirəm, nə elirsən özün elə. Mən də acığımla krantı açdım, kraska buraxdım krantın altına, suyla axdı, çıxdı, getdi, qabı yudum, götürdüm. Dedim, istəmirsən. Sən bunu gətirdinsə, kraskalıb saçını gətirmişsin sonra. İstəmirsən, istəmə. Bu da sənin axırıncı kraska olan. Sonra təşəkkür edərlər. Nə bax, fikir ver. Geyini, imkanı ola bilər. Biz bu qadına sahib çıxaq. 20 dəqiqədən sonra inanırsınız nə qədər insan gəldi bura. O deyir mən aparıram, bu deyir mən aparıram. Telefon zəngləri. Nahidə Orucova, bizim dəyərli əməkdar aktrisi zəngim, Elgiz nə olar, qoy gəlsin, qalsın mənlə. Sonra bax elə şəkildə gətirdi, nə gözəl geymiş, özünü. Çox gözəl baxmışsınız, heç kəs onu itirə bilməz. Baş üstündə özünü desin, xələt alıram, qoşa alıram. Əqqabışda maşın alıram, qoşa alıram. Siz də mənə baxışın, tayində adından çəkmərmək olamaz. Hamısını qoşa alıram ki, birini dəyişəndə biri şey olsun. Almır, yalan deyir, Şəfqə xanım. Almışam da almamışam. Özümə, sənə gedəndə, hər gedəndə almışam. Almışam da. Mən almamışam. Sən qabaqdan alırdın o heç onu, neysə. Pensiyalanla özün alırsan da, verirəm pensiyayı.
Dedim get nə istəyirsən al Bir git. həkim aparırsan. Ben nə qayım mən demişəm ki pensiyon xərcdə Bir özü. söz deyim, keşke onu beğendiğin Yox macinan. Sən nədən sonra sən pulun mənə lazımdır. Nə də atıp meyvələ atıp işlə baxma, nə alıb ki olsa Sərvar oldu ya. xanım, siz indi- ona bir qız olmuşsunuz, qız kimi ona çox gözəl xidmət eləmişsiniz. Sizə Mən nə aymalıyam mən? Yaxşı, gelib qoca mikrofonu Deməliyəm ki götür. pensiyon saxla yine səvər. Mən Şəfqət, deyir ki, mənə eşitirsən, deyir xörəyi deyir, qaz, bir dəqiqə, deyir qazın üstündə ət pişirirdi. Sən Ubər. Mən də deyir səyyarə. Mən də deyir televizora baxırdım. Mən televizora baxmıram. Bir dəqiqə deyəndə deyir ki, mənim xəbərim olmuş da, bu nə pişirir. Bir də gördüm deyir, səyyarə hücum elədi mənim üstümə ki, şeydir, sən Ey gözdən... toba. Ey toba. Ət yandı. Mikrofonla danış. Mən bir söhbət dedim mi siz Allah? Mən bunu sizə. Ət dedin, Qardaşım bizdeydi. Hə. Qardaşım bizdeydi. Danışın da hamısı Mən də verəcək. həmişə Mən səhər-səhər bizdə zavtraq eləyəndə, ət Hə. olanda qoyuram üstünə ki, Hə. qaynasın da abidə hazır olsun yeməyimiz. Hə. Qardaşım da bizdeydi. Bunlar oturmuşlar televizora baxırdılar, çay içirdilər. Aha. Mən də yeməyə qazanı qoymuşam üstünə. Aşqara eləyəcəkdim deyənə suyun az qoymuşdum. Hə. Getdim ki, toğuduza yer bir eləməyə. Getdim toğuduza yer bir eləməyə. Bunlar da oturmuşdular orada, çay içirdilər, televizora baxırdılar. Gəldim. Boynumda qoşsa ki, mən nə bilim məsəl uşağı qof yedirsən. Amma sən qadınsan da oturmuşsan orada. Yox. Hanım bacım qazan yanıb mədə nə bilim mən uşağı qof yedim. Həmişə su tökülür. Mən nə bilim mən. Siz də getmişsiniz. Gedir demir. Borcucuya baxmağa getmişsiniz. Ona baxma, biz iyi gələn Və mən arxayınam ki, otaqda adam var. Amma nə bilsin ki? Ona O da nə bilsin sən kuxladasan yoxsa aşağıdasan. Və mən arxayınam ki, otaqda adam var. Baxın, sən elə bir ki, bu adamın burnunu hiss eləyir də yanıq yiyində. ucağı, Ya adamın gözü ağır görür də deyil üstündə axı. qazan var. Bəlkə pajar olur. Xanımın neçə yaşı var? Neçə yaşı var o? Mən ona ət üstündə heç nə deməmişəm. Nə demədim ətin Ola bilər də deyə bilərsən ki, nə qaz üstündə qoxu gəlir. Baxar. Götürdüm, qabı belə şey elədim ki, qazanı dəyişəm. Ətdə suyu qurumuşdu da. Hə. Suyu qurumuşdu. Hə. Hə. Götürdüm şey elədim, uf başladı mənim üstümə qışqırmağa. Hər şey Mikrofon tut, Vahid. Sən mikrofon tut onu. Deyirəm sən qavı niyə sala verirsən ki? Mən nə bilim sən uşağı silə qof yedirsən. Sən üstünə qışqırdı. Demədim mən marjığım. Bu qavı həmişə sala verib durur anam. Neylədi? Demədim heç nə. Sala verib birə durur. Nəyə görə? Mən nə bilim. Qavı yerə tulladı. Sonra sala verər. Mən nə bilim mən sənə qof yedirsən orada. Adama deyərlər. Bu üzü, o qadın ona heç nə bax, deməyib. qulaq as, bu Vallahi gəlir. adama deyərlər ki, mən bunu qof gedirəm. Deməyib. Siz buna baxın. İndi bir dənə də dünyası var, onu deyəcəm. İndi görün nə fərqi, necə yoluna qoyaq bu məsələni, mən deyil. Amma sən deyirsən ki, o getməsin. Vallahi Mənə evdə də deyir ki, elə ki, getməsin. evdə də deyim, dedim mən bura gətirəndə sənə demədim ki, mən aparıb 5 il, 3 il sonra buraxacam hara gedirsən get. Evdə də dedim get, deyirsən qocalar evinə gedirəm. Hə. Əgər qocalar evinə səni götürməsələr, gələ mən səni qəbul edirəm. Mikrofonla tut, Vahid deyirəm, baxıb danışın, mikrofonsuz danışın. Bu qadın neysə gizlədir. Ay Şəfiqə, sənə quzu kəsərəm, başı dönərəm, gözəl nənəm, Şəfiqə xanım. İndi bu qazanı mən elə bildim ki, bu qazanı götürüb sənin başıma çırpıb və yaxud da üstümə. Səsər ona yaxşı var. Bu yazıq yetim deyib ki, qazanı oyunu itəlib, əti də pul verib özü alıb, ütələsin də. Yanıb. Sən niyə, yanıb. Sənin üstüvə atmayıb, səni alçatmayıb, söyüb səni, təhqir edib səni. Ət qədər hörməti yoxdur. Əşi, bu yanıb da qazanıb, bu da deyir ki, görür ki, qoxud bütün otağı götürüb. Deyib az, görürsən ki, bu yanır da, bir də sütürsə. Deyiblər də, hər bir ailədə söz-söhbət olar. Bunu ötürü adam evdən çıxar. Ailədə hər şey Bunun başqa ola fikir var. Yox, mən yoxam da, mən gelmişəm toğuzuza yer verirəm. Axı sən orada oturub çay içirsən, onun ya burnunla iyi hiss eləyərsən. Yandı mən də durub getdim baxdım. Üzümdən ağardım. Bəlkə
bu indiki 220 manat pul alır ha. İstəyir Bəlkə onu onu xərcləyir deyə əsəbləşib sənə. Əvvəl axı sən xərclədin onun üçün. Xərcləməsin. Mən nə deyim? Mən deyirəm ki, mən aldığımda almışam. Hə. İndi pensiya alırsan, özün yığıb saxlama. Özünlə nə Ürəyin istəyirsən, nə istəyir, onu alsın. Ürəyin nə Desin, istəyir? Bəlkə apar mən aldığımı bazara. istəmirsən. Ürəyin nə istəyir? Yanımız bacamız hamısı mağazində, produkt var, paltar var, ondan sonra meyvə var. Özün nə istəyirsən get al. Mağazinə də çıxır, zibil də atmağa gedir. Vallahi Allaha and olsun, mən orada qonşular tanımıram, bu deyir mən filan kəsdir. Bir də görürəm salam verir, deyirəm az o kimdir, deyir filan kəsin. Qulaq yoldaşımın qonşularla söhbət edir də indi. Allaha and olsun, mən tanımıram onu. Yaşlı adamdır da, yaşlı adamlar görsən ki, hə. Nə olacaq, daha yaxşı, ünsiyyət bağlayır. Bəlkə də o Mən demirəm amma, mən deyirəm yəni ki, mən orada tanımıram bu qonşuları, amma bu tanıyır. Yəni arvad diribaş arvad da onu demək istəyir. Yəni həyatın yaşayabilir. Deyirəm qonmaz müəllim. Vallahi heç nə də qadağa qoymamışam. Demirəm qazı niyə çox yandırırsan, qışığı niyə çox yandırırsan, su niyə açıq qoyursan. Desin Allahından, desin ki, sən bu şeylərə görə mənimlə danışırsan, mən ona görə qalmıram. Desin də. Şəfiqə xanım, bir evdə yaşamısınız, düz yad insanlarsınız, doğmalaşa bilməmisiniz. Problem odur da, belə görünür. Şəfiqə xanım, onun da sizin doğmanız kimi, elə bir bacınız kimi yola verin. Onun da xasiyyətində müəyyən, sizdə də bir-birinizə yola verməyə O başlayın. qocalar evin istəyir ki, qocalar evində özünə dost tapsın. Şəfqə xanım istəmirsən? Şəfqə xanım istəmirsən? Şəfqə xanım istəmirsən? Mən mi? Hə. Yox, mən getmək istəyirəm. İnsandır da, o da hisslənə bilər. Bəlkə fikirli olur. Deyirəm ki, mən də xəstəyəm, əsəbiyəm, əsəblərim pozulur. Onu bile qışqıramsa üzr istəyirəm. Onu da deyirəm, toyna gəlmə. Öpürəm də, qucaqlayıram da, sığallayıram da. Üzünə gülürəm də, deyir gülmə. Elə bilsən ki, sən qocalar evində gül gülistan olacaq. Vallahi elə Gedib neyləyəcəksən ki, qocalar evində? Orada neyləyəcəksən? Parkdan başqa da, sən qoyurlar buradan durub marşrutdan minə parası Yox, onu niyə görə yaşlı adam gedər başına bir iş gələr. Oya buraxmırlar ki, bayrama buraxmırlar ki, nə var hamısı içərdədir də. Xanım, icazə verirsiniz o marşruta minib harasa getsin? Yox, o bizə gedəndən. O yaşda qadın hara gedəcək? Qaçırdarlar. O bizə gedəndən, mən onu klinikasında müalicə elətdirirəm. Hə. Müalicə elətdirirəm, fizioterapiya elətdirirəm, masaj elətdirirəm. Əla. 2 dəfə gəlmişəm, bir dəfə yanına aparmışam, ora qarıya getdik, uzaq oldu. Dedim o 20 yanvarda da var o müalicə. Gedək ya. Söhbət buradan getmir. Mən əgər səni yaz adam kimi aparsın. Yeni gətirib özü ilə. Aparmışam. Qabaqcadan ödənişini də eləmişəm. Ondan sonra dərman deyib, dərmanını da alıb qoymuşam 10 günlük ki, ta gündə bu aptekdən gedib dərman alıb aparmasın. Xanım, siz düz eləmişsiniz. Üzr istəyirəm, bir söz deyəcəm. O xanım 200 manat pul alır. O istəyir ki, o qalsın, siz ona özünüzə Qalsın, xərcləməsin. Amma niyə qalsın ki? Niyə qalsın? Bu xanımı da mühakiməsiz. Canıma xərclə də, canıma sən görünə neynir? Qalsın, xərcləməsin. Fizioterapiya heç mən ona dedim ki, pensiya alanda. Dedim ki, sən ölüb gedəcəksən, mən üçün pulu yox. Get xərclə. Desin ki, demək. Hə, xərclə də, nə ürəyin istəyirəm. Görsən özünü alıb sənə də alıb. Ay xanım, sən deyil, mən ondan istəmirəm, başqa istəyirəm. Başqa xalat geyəcəm, başqa corab geyəcəm. Get nəyə gücün çatır, 200 manatlıq özü valgilə. O da yəni... Gedirəm, gəzirəm, mağaziyələr uzun qolunu tapıb. İşıq pulu, su pulu verir sizə? Yox. Hədəf su da. Yox, hər şey havayı, yeməyi, içməyi, bu ət məsələsini bildik ki, sən onun üstə dağıtmamısan, qazanı olsun. İkinci bir məsələ. İkinci bir məsələ. Allah da var göydə. Şəfqə xanım, mən qazanı onu da dəyişmək danış, istəyirdim. ikinci narazı qaldığın ne olur? Necə? İkinci narazı qaldığın hadisə, bu ətdən sonra nə olmuşdu? Bu yığılıb üst-üstə gəlib. Sonra nə olmuşdu? İncidirsən, qəlbinə dəydi. Nə bilim, neysə, istəmirəm heç açıqlamaq. Deyin də, biz də bilək. Yox, vəbsə istəmirəm, mən danışmaq istəmirəm heç nə. Dedim, nə danış, çox şey danışırız da, bircə qırıq qab, onu da danışın. Yaxşı, başqa bir ailə səni götürsə, istəyirsən Şəfqə xanım, başqa bir ailə. Ancaq qocalar evi. Zülfiyyə müəllimənin üzərinə atmayın Nəcibə xanım. Sadəcə xanım o cür baxılır ona, işıq pulu vermir, qaz pulu vermir. İndi 200 manat nə puldur belə götürəndə, o da heç nədir. Xanım deyir, onu da xərcləməsin də, o da qalsın özündə. Hər cür şərait, başqa bir ailəyə getmək istəmir. Hə, ancaq yapışıb qocalar evinə getmək istəyir. İndi belə Qorxmaz müəllim də təklif irəli sürdü də, bayaq dediniz ki, deyir, film görür, qocalar evində. Qocalar evində özünə uyğun bir insan tapmaq. Orada danışırlar həyat hekayələrində, orada kişilər yoxdur, pis-pis sözlər, həyat hekayələrində danışırlar. Yazığı gəlib. Yox, darıxmağa qoymayacaq.
Deyir ki, mən aparım, mən gedim. Ola bilər ki, bir, nə bilim, orada insanlara ünsiyyət Kimsə orada onun danışığı bunun qəlbini ağrıdır. Zülfiyə xanım, məncə danışıqlar subaydılar, Elgiz bəy, yaşlı 75. Ola bilər. 76 yaşlı kişilər danışmır həyat hekayələrini. Olur. Biz nədir məsələ? Amma əsas məsələnin üstünə gəldik. Deməli, məsələ budur. Bundan başqa bu da hayalı gedib yoxdur. deyir ki, mən gedim ona hayan olum orada. Çox gözəl. Həmin oradakı kişiyə Qoca kişidir də. Savab işdir. Savab iş görər. Məncə yola gedərsən. xanım nə edirsə, o Şəfiqə xanıma hamısını bildirir deyənə, Şəfiqə xanım da insan azad olmaq istəyir də, dözmür ki, bu xanım hər şey eləyir, mən inanıram ki eləyir. Prosta deyir ona, bildirir ki, mən sənə bunları eləyirəm. Şəfiqə xanım da artıq qəbul edə bilmir onları. Yox, heç vaxt ola bilməz. Mən soruşam ondan, o da danışır ki, belə baxıram da, yazın Ki, deyir. yəni ki, bu şeylər mən olsun eləyirəm. Deməsin, mən baxıram ona. Son şərk edir başına. Şəfqə xanım, son bir şans. Bax, o da yorulub. didizdirir də. neçə yaşın var canım? Neçə yaşınız var? Valla tələb edirəm, get hamama gir, Qulaq as. siz hamama gir. Qocalar evində dünyavı iraq olsun. Allah göstərməsin, dəyişsin. Səni kim ağlayacaq? Kim? Kim? İstəmirsən? Yaxın dur mikrofon. Necə? Yaparsın artıq. Ağlamasınlar. Ağlamasınlar. Ağlayanı var ki. Artıq döyülük. İndi nə qədər ömrünüz var yaşamaq üçün də gözəl bir insandır, ona sığınmısan, orada yaşayırsan, qaşınsa qara var deyən yoxdur. Sənin üçün bir indi... Üzüyün qızıldır, üzük. Sən də cəmaatın qırqızıllarına niyə baxırsan? Söz tapdı, danışma. Üzüyü var, qızıl abırçanlısı var, barmağına dardı deyənə taxmır. Bu da özündədir. Özündə, üstündədir. Səyyarə yaxşı. Mən bu xanımı görürəm, çox alicənab xanım. Çox, səyyarə çox yaxşı. Çox alicənab adı. Valla mənəm deyən qızlar heç anasını elə baxmır. Bəli. Gəlin düzün deyək, düz deyil. Bəli, alqışlayaq Düz onu. deyil. Sizə eşq olsun, Allah canınızı sağ eləsin ki, siz ona olan bir qızlıq borcuz eləmirsiniz, qızlıq Siz nə fikirləşirsiniz? Adamlar hamısı deyir ki, halal olsun, özləri gəlib görürlər Həqiqi də. halal olsun. Danlayıram ki, yi, Nə az yi, fikirləşirsiniz? ancaq davamız yemək üstündə. Aha, buyurun. Əslində bayaq Nəcibə xanım düzdür də biraz əvvəl mən də o cümləni işlətdim ki, valla övladın anıya eləmədi, bəzi övladların anıya eləmədiklərinin bəlkə də ən artığını xanım eləyib. Qaldı deyir, bəy deyir ki, o dediklərini deyir deyə inciyir. Yəni insan bura çıxıbsa deməlidir də bunu eləmişəm, onu eləmişəm və yaxud xanım mən getmək istəyirəm qocalar evinə deyəndə bu xanım soruşmalıdır da ki ondan ay ana, ay qurban olum mən bunu sənə eləyirəm. Sənin getmə səbəbin nədir? Yəni öz evindən qaçıb, məsələn çıxıb gəlib bura. Bir başqa ailədir. İndi də o ailədən çıxıb getmək istəyir. Mən belə düşünürəm ki, mənim anam, nənəm yaşındadır. Əstəğfurullah, mənim onu müzakirə eləməyim belə düzgün deyil. Sadəcə olaraq mən düşünürəm ki, bu düzgün deyil. Mən səbir söz deyim. Şəfiqə xanım dəhşətli inciyib ondan. Bəli. Hiss eləyirəm inciyib, amma desə ən azı Səyyarə xanım da bilərdi ki, niyə görə. Nəysə, bax, bu ət-mət söhbəti deyil. Artıq yaxşı hərəkətini də qəbul eləmir. Özdə dəhşət inciyib. Onun qəlbi qırılıb, özdəki ikimizin canı üçün səni nifrət edir. Aha, üzə başladı da qalmaq. Yox, baxıram. Heç üzvə baxmaq istəmir. Üzvə baxmaq. Elgiz müəllim, söz-söhbət ana-bala arasında da olur. Mikrofonla da. O küçədə qalar, amma sizə yediməz. Allah. O küçədə qalmağa razı olar, amma sənin evə getmək istəmir. Özü bilər, öz işidir. Elgiz İstəyir küçədə qalsın, istəyir qocalar evinə getsin. Gedir getsin. Yaxşı. Amma mən ona demişəm ki, qocalar evinə də götürməsələr mən səni qəbul edirəm. O bir dəfə qaçmışdı, yadına gəlir. Qaçmışdı. Görsən, sonra gəldi, hə? Qalib gəldi. Biz tapdıq. Yox. Qaçmışdı, ay xanım, niyə qaçmışdı? Mikrofonla danış. Yoldaşım evdə yox idi, bilmirəm nə istəyir. Vay, mikrofon tutamam. Nəsə mən qışqırdım buna. Hə. Yox, inəyi axşam tərəf idi. Hə. İnəyi mən çıxartdım, bu qaytardı ki, heyvanın sağlam vaxtıdır, sən niyə çıxartdın heyvanı qırağa? Hə, düz deyir də. Dedim ki, yarım saat fırladaq, yayın günüdür də, hava şeydir. Sağlam döydü, xəstə idi o inək. Xəstə inək idi. Nə sağlam? Ciyəndə satdım. Ay xanım, o yaxşı bilər. Deyən daha mani olmadı, görsən danışırlar axı. Hə, nə idi də? Apardıq nə idi, xəstə. İndi hər nə axı. Hə, mən nə idi də? İndi sən dedin, mən də başa düşdüm. Mən də dedim, çıxartma bunu, xəstədir.
İnək xəstə idi. Dedi çıxartma. Yəni dedim ki, burada yox da indi hava da xoşdur. Gecə də saat 10-da hava O qaralır. inəyin dilini səndən yaxşı bilir, kət qızıdır o. Yarım saat fırladaq salarıq evə. Biləcəkdə qal. Bu keçdi heyvanın qabağını belə qaytaranda mən qışqırdım ki, niyə qaytarırsan? Qaytarma yenə. Acıq elədi onunla. Bəlkə yenə də heyvanın üstündə siz davası kimi, inəyin üstündə dalaşmısınız bəlkə. O inəyi çox sevir gör, heyvanları sevir, belə görünür. Şəfqə, inəyin üstündə dalaşdınız yenə? Yox. Aç ürəyimi, aç de mənə. Görüm nə hadisə baş verir. Ürəyin üzünə bir dəfədir. Sən mən öldürən deyirəm, asan deyirəm, kəsən deyirəm. Nəyim var deyinə, dinə ki bu şeyə görə. Denən ki, bax mən bu olub, bu söhbət olub, deyil. Unsuz saxlayır, məni söyür. Nəyim var deyil. Deyil, mən buradayam, kənarda deyirəm ki. Mən də deyəcəm demişəm. Şəfqə ana, bir söz deyim. Valla ana ilə balanın da arasında söz olur. Bacı ilə bacının da. Onu da demişəm. Evdə hamıda olur da söz. Deyirəm, əgər qəlbiyə deymişəm, ev yox, bağışda. Qohumun da öl deyənə nə olsun? Bax, görsən yenə böyüklük ondadır ki, deyir bağışda. Sən böyük xanımsan, yaşlısan. Deyir, ola bilsin də əsəbləşmişəm. Onun da bir problemi, bir siz deyilsiniz ki, o qədər dərdi səhər var ki, ola bilsin səhər qışqırada bilər, nəsə də Həyətlərdə bax. Amma gərək keçəsən də, həyat belədir də. Deyib ki, bacı aparırdınız. İndi bacısız, ana bala arasında da söz söhbət olur. Sevdə xanım qeyd etdik. Deyirəm, vallahi yola verin. İndi o sizdən inciyir. Bizim Şəfiqə xanım ailəsindən də ayrılıb, övladı da olmuyor. Yəqin ki, hökümlü olub, azad sərbəst böyüyüb. Biraz hökümlü qadındır və üzərində elə bir davranışı gəldi. Yox, indi yaxşı baxanda yaxşıdır. Bir dənə üstünə biraz qışqıracaq. Bir dənə sual. Xoş gəldin. Siz niyə görə bu Şəfiqəni çox istəyirsiniz? Ayrıla bilmirsiniz ondan. Tutdu bax damarını. Mən onu televizorda gördüm, bacıma oxşatdım. Bura gələndə də dedim. Demişdi, hə. Bacım 8 il mənlə yaşayıb, rəhmətə gedib hərçək xəstəliyindən. Onu oxşadırdın. Gör, özləri də bir-birini oxşayırlar, bunlar ikisi də. Hə, elə bir bu ana-baladırlar. Həqiqətən, bax, bir yaxdan fikir verin. Necə ana-balaya oxşayırlar, bir-birinə fikir verin. O xanım düz deyir, o sözü gəldi, dedi. Sağ olsun, getmə də sağ olsun. Amma mənim əziyyətimi hamı deyir. Hamı deyir. Mənə deyirlər ki, az niyə gedirsən onu dalayacaq, onu ora aparırsan, bura aparırsan. Deyirəm, insandır, onu mən gətirmişəm, onun əziyyəti çəkməliyəm. Əmisi qızı telefon xəttindədir, Şəfqə xanımın. Alo, Validə adında əmin qızı var, Şəfqə xanım. Əmin qızı zəng eləyib, Validə. Mikrofonla danış. Əmin əmisi qızı, hardan oldu? Hər şeyə bu qadın naşükürdür, hər şeyə. Heç adamın əziyyətini dəgərləndirən qadın. Alo. Salam. Salam Elbis müəllim, necəsiz? Çox sağ olun, Allah sizdən razı olsun, yaxşıyam. Sizi narahat eləyirik, bağışlayın qadasına. Xoşdur canım, xoşdur, buyurun. Mən Şəfiqə xanımın əmsi qızıyam, ona xanım adı vermək düzgündür, yenə qurban olsun efirdə cəmaata, xalqımıza, millətimizə. Niyə? O, siz də məni bağışlayın, əsəbimlə əsirəm. O mənim əmim qızıdır. Onun bacısının oğlu efirdə pislədiyi başlının oğlu var yerində işləyən, ona dedi, xala, heç yerə getmə, kənd sovyeti gətirib səni ömüzə yığıb. Biz onu Aksapadan, Qazaqdan, harada iterdi, uşaq vaxtından elədi. Taper gətirirdi, yazıq əmim onun əlindən impak keçirdi, öldürəyə yaxdı, əsəbindən, fikrindən, pisliyindən. İndi də çıxıb, indi desəniz, əmin qızları pis, qardaşın, bacın pis. Xalan, maman pis. İndi səni bu şəkildə, bu gözəllikdə arvad sana baxıb, baxda pardı. Sən o arvadın əməyini niyə yerinə itirəsən? Bir adlı xanının nəslinin qızıdır o, amma adı qara yerdə qalsın. Onun yüzü qara olsun onun. Demək, xasiyyəti çətindir biraz. Çox qəliz, qadan alayım. Bax, bir oğlum var, onun başı ki. Atam, anam, qardaşım, bacım deyirdi, uşaq vaxtından mənlə yaşıddır. Deyirdi ki, az getmə, sənə bacıların yalandan deyirsən, kənalığın bacım martı baxır, gəl bizdə ol. Heç bir yerə. Bir dəqiqə, bu özünün uşağı olub bunu, yazığın. Bir dənə oğlu olub, Qazaqda Aslanbəyliyə bir də eşitdik ki, bir çovana ərə gedib. Yazıq analığı, sumka düzəltdi, bunun dalınla oraya getdi. Getdik, gedən dördük bir oğlu da var. Hamımız dedik, Allah sağa şükür, buradasa da bəlkə durar. Oğlu da 3 yaşından yedəyini aldı, gəh o qapıda çobanlıq elədi, gəh bu qapıda çobanlıq elədi, gəh getdi dayısı önündə qaldı, gəh getdi əmsi önündə qaldı. Belə hərləndi, bir də bunu polislər Kürdəmirdə tutdu, gətti bizə verdilər. O kişidən də qaçıb.
O kişidən də qaçdı. Bir də Onda oğlu sağdır da onun. Yox, ölüb deyir. Heç özündən soruşduq. Biz o vaxtdan dedi oğlum ölüb. Belki de yalan deyib. Belki yalan deyib. Bax onu biz də müəmmalıyıq da biz də bilə bilmirik. O yalandır, doğru. Çobanın adı neydi? Çobanın adını bilmirdiniz? Çoban ölüb Aslan idi rəhmətliyin adı. Neydi? Aslan kişi. Aslan kişi. Bəylidən idi. Neçə yaşı var idi kişinin? Qoca kişi idi. Hə, qoca kişi. Bəs Şəfiqə neçə yaşı var idi? Şəfiqə 62-ci ildir. 62. Hə, bu dəqiqə hal-hazırda 63-64 yaşı var. Bu kişiyə gedəndə bəs Şəfiqə neçə yaşı var idi? Onda harda solardı 30 yaşı. Hə, 30 yaşı. Sən o uşağı özünüz görmüşdünüz gözünüzdə? Görmüşdük, balaca uşaq idi. Quranın adı haqqı hamımız söyündük. Sonra bir də Kürdəmizdən bunu polislər tutdu, gəldi. Qulaq asın, o oğlan sağdır. Allah sizi şad xəbər eləsin, tək sağ olsun. Hə, o uşaq məncə... Amma oğlumun canı çelkid müəllim, mən sizə böyük Aslan hörmətim var. kişi ölmüş olar amma. Kişi ölmüş olar. Kişi ölüb, kişi çoxdan ölüb. Bu kişi öləndən sonra Şəfiqə oradan çıxdı gəldi, yoxsa... Yox, ölməmişdən gəldi. Qoydu kişini orada çıxdı gəldi, qaçdı. Arkana rəhmət. Bəs uşaq? Uşaq da uşağı məlumatımız olmadı. Nə də özü bizə düzgün demir ki, uşaq harada. Nə də bizə demir ki, uşaq haradadır, öldü mü? Yalandan biz soruşanda necə orada sizə Allah deyib ki, uşaq öldü, eləcə də bizi Allah. Bu kişi, bu Aslan kişidən idi bu uşaq? Bəli, Aslan kişidən. Bir dəfə də gedib. Bu cəmi bir dəfə də gedib, da düzdür mü? Hə, bir dəfə də gedib. Anası ölsün, yaxşı oldu, çox sağ olun məlumatınıza görə. Allah sizi var eləsin. Sən demək o kişini də, oğlunu da qoydun gəldi, qayıtdın gəldin. Mən o vaxt demişəm, yalan danışırlar. Çünki onlar mənim öyüy bacı, doğma döylər. Nə atamız bir də anamız ayrıdır. Nə olsun? Onlar məni balaca... Qızı deyil, əmin qızı. Qadın alim, sən məni öydən çıxart da, bu arvad məni öydən çıxartdı. Mən gedib qıraqda qalası döyüm, qonşuda qalasıydım. Ona dedilər ki, onu niyə onda saxlayırsan? Həmən o validə döydüm birinci. Mikrofon yaxın tut. Vay, kömək elə də ona tuttum. Qardaşlar var dedi ki, əmi dedi, bunu niyə saxlayırsan öydə? O dəlidir, ev qonşuda qalır. Həmən validələr bax, o Allaha and olsun, onlar hamısı yalan danışır. Uşağı mı bəs? Uşaq ölübdür, mən 7 yaşına demişəm ki, gələn bir günə demişəm ki, 7 yaşında ölüb. 7 yaşında nədən öldü uşaq? Sarlıqdan. Harada bastırdınız onu? Onu özlərinin kəndində basıldı, mən oraya bilmirəm. Ay balam, sən uşaq... Yəsinə verdim. Sənə dedilər ki, uşaq sarılıq olur. Hə, yəsinə verdim, özləri dedi öldü. Nə? Yəsinə verdim. Öləndən sonra yəsə basıldı. Atasına verdin uşağı? Hə. Sağ vermişdin uşağı? Yox. Öləndən sonra özüm aparpası, özləri aparpası. Öz analığım tərəfində qohumuydu biraz. Elə belə qohumdular. Qulaq asın, uşağı öləndən sonra meydin apardı onlara verdi. Özləri apardı basıldı. Bir dəqiqə bağışlar, uşağı siz dünyaya getirmişsiniz də. Hə. O 7 yaşlı uşaq nədən ölüb? Sağlıqdan. Bir dəqiqə. Nədən ölüb? Harda ölüb? Sən ana olan uşaqdan necə əl çəkmişsən? Sağlıq olanda niyə müalicə aparmamısan? Hamı dölür, aparıb basırırlar. Sən bilmirdin sağlıq aparıb müalicə elətdirməmsən? Eləti verdi, gələri eləti dedi, sağlıq düzü Nə yelər, yəsisən Dedi, ötüf yedi, sağlıq keçir. Ay bacı, yəsisən sən uşaq. Mən də yəsiyəm, olsun yəsi də baratası. Bunda ölüb uşaq yoxsa o kişiyə sağ vermirsən kişiyə, sən nə orada ölüb. Ölü aparıb basırlar özləri. Uşaq din öldü. Ölü aparıb yəsi basır. Uşaq meydini apardın, yiyələrini verdin. Mən yalanı Sənin kimi qadına heç bir gündə saxlamazlar. Sən nə cür anasan, nə cür qadınsan? Deyənin də başlarına gəldi. Hər şey mənə sənin başlarına gəldi özləri. Ya sən uşağın 7 yaşı olunca harada yaşadın kişisiz? Ərinsiz, hara qaçdın? Əri sağ olanda deyir, qoyub çıxıb, kişi ölməyib. Yalan deyir, yalan söhbətdə Allaha and olsun. Bax, o işin haqqı yalan söhbətdir. Kişi ölmüşdü sən çıxanda. Buraya da gəlir, dedilər, sana yadına, bu da dedilər, verilişin qabağında gəlir də buraya gəlir. Niyə gəlmirdi? Evli olmuşam, sağ verildi. Dediniz ki, evli olmuşam, çıxmışam. Hə, yoldaşım ölüb. Hə, demişəm. Mən danmıram, görürsən, həmişə də demişəm. Onu həmişə demişəm mən. Qulaq asın, sən deyirsən ki, uşaq məndə idi. Uşaq deyir, bir dəqiqə deyəndə, Şəfiqət, deyirsən ki, uşaq sarılığa tutdu, mən müalicə elədim sarılıq xəstəliyinə.
Uşaq öləndən sonra apardı, verdim yiyələrinə. Yiyəsi apardı O bası. yiyəsi kimdir? Dədəsi apardı bası. Ay sağ ol. Demək ki, sən bu kişi ilə ayrılmısan da. Ayrılmışam, apardı yiyəsi bası. Bəs biz də onu deyirik də, sən kişini sağ ikən qoymusan. Yalan söhbətdir qurum. Yenə deyir. Deyirsən ki, buradan apardı benim yiyəsinə. Deməli, Deyirsən ki, Mən çıx gəlmişəm. Öydə. sən kim gəlmişdin, ayrılmışdın ondan. Və onu deyirəm də. Öləndən sonra da qalasa döydüm mən. Və öləndən sonra özün basdan deyirin, apardın o kişi uşağı yazdığı apardı. Yiyəsi apardı, mən onu... Hadi yiyəsi sən deyilsən. Mənə verirdim yiyəsi. Səndə qalıb da uşağın ki. Anasan, ana. Mən oradayım axı be. Bəs sizə vermirdi, sən sağ olanda necə götürüb gəlmişsiniz? Yaxşı, bu uşaq xəstə olanda atası heç maraqlanmadı bu uşaqdan. Apardı dedi xəstədir. Sarılıq da atası. Mən də dedim... Sağlıqlı adam ölər, o uşağı siz baxmamışsınız. Nə həkim, etinasızlıq eləmişsiniz. Dağında gəzdim. Uşağın da ölümünə səbəbkar sən olmuşsun. Mən heç gözə səbəbkarım uşaqlar. Mən heç sən yoldan yoxşamışsın. Çiğnində deyil, çobanlıq eləyirdi. Ora apardı bura. Yanında qabağında Qulaqla. Baxımsızlıqdan öldü. Baxımsızlıqdan. Ay başa dönüb, indi bizə zəng eləyirlər, indi bu dəqiqə. Deyir ki, o uşağı heç görməyib, uşağın ölüsündə görməyib, onu deyir başlarından eləmək üçün, ona deyirlər ki, görsən mən Uşaq ölüb. Ay sağ ol, düzdür. Öləndə qalana durasın. Ay qız, sən uşağın meydini bax, mənə düzünü deyir, bax gedirlər ha uşağı tapmağa. Uşaq yekə kişidir. Sən uşağın bu meydini, Şəfiqə... Mən maraqlandırmayım. Gör, Hər etap etasın. Məni maraqlandırmır. Valla o qadının halalı olsun. Ama pensiya alırsınız, gedin başınızın çarəsini bulun da. 220 manat pensiya alın. Bunu kimsə niyə saxlamalıdır? Dayım mənim. Peki sənin oğlunu götürüb saxlayacaq. 220 manat pensiya alır, dövlət onun təminatını qarşılıyor. Getsin saxlasın. Yox. Kirayə qalır. O qadın düz dedi ki, o bir gəldə bir kəsə deyən adam deyil. Valla sizə halal olsun ki, o neçə Ona var. sabr eləmişsiniz. Yaxşı yaşamışsınız. Oruca qudurğanlığı. Almadı, Allahım. Demək, gör bizi necə azdırır. Deyir ki, o artıq ki, o gördü ki, mən bildim. Durdu, əqə qaçdı. Deyirəm ki, özünü təksib edir. Birinci deyir ki, mən kişini qoymamışam. O qadın deyir, mənim üstümə şər atır. Mən kişini öləndən sonra deyir, gəlmişəm. Sonra deyir ki, uşaq deyir, mənim yanımda xəstələndi. Mən deyir, uşağı apardım, yiyəsinə təhvil verdim. Demək ki, sən əlini qoyub çıxmışdın uşağı götürüb, belə çıxır. Sonra deyir, meydin İndi çıxır ki, ortaya ki, Bəli. ümumiyyətlə o uşaqdan xəbər olmuyor. Olar, buna deyiblər ki, başlarını eləmək üçün, uşaq ölür. Görürlər ki, bu uşağa baxan deyil, aparırlar. Deyirəm ki, sual verirəm ona ki, sən gözünlə, ay Şəfiqə, uşağın meydini gördün, mənə lazım deyil o uşaq, İstəmirəm onu, durdu qaçdı. Bəs mən sənə deyəndə ki, uşaq sağdı, sən qulağını ardına. Saqqalım yoxdur, sözün keçmir. Bəli, saqqalı gələk. Sözüm keçmək üçün gəlir, saqqalım yoxdur, sözüm keçmir. 100% o kişi o uşağa baxıb böyüdür, görür ki, bu uşağa baxan deyil. Dayı mənim, heç sözüm, sən yaxşı qutardı. Bir adam Kürdəbirdən vurub Ağdaşdan çıxır. Bacı, valla sən halal olsun, sən savabı qazanmışsan. Yox, bunu kimsə niyə saxlayır? Allah sənin elədiyi yaxşıları min qat qabağını çıxartır. Sən gözəl insansan. Sən gözəl insansan. Əziyyət keçmək Almışlardır gəlir. Oğlun neçə yaşı var artıq uşağın? Neçə kişidir? 30 yaşına gelibsə, bir 25 Hadi sən o da şokdadır. Şokdasan? Mikrofon Səyyarə. Səyyarə. Mikrofonla danış. Bilmirdiniz bunları. Söz tapıram deməyə. Görsən nələr var imiş. Matım quruyub sözüm çıxarır. Görsən. Bacı, yaxşı qutarır. Ağrıq, şalqa dartıb Hə. Ürəyim ağrıdı, otura bilmədim. Dedim, ay Allah, nə qədər Birazdan. bazım oxşayır. Dedim, gedim, alım gətirim, o yaşasın mənə. Gəl, gözlə. 30-dur. Gətirdən, götür. Orada niyə 30-durmuşsun? Gəlsə otursun burada da. Gəlmir də. Halı pisdir. Yaxşı, qoy onda biraz. Elədiyi günahlar yadına çıxıb halı xarab. Sən mənə bax, mən deyəndən sonra o halı yoxdur, onu istəmir onu o şəkildə. Daha hal qalar, mən öldüm burada. İndi bir yaş var, mən onu demək uşağını, balasını sevməyən ana, yəni sırf 5 yaşında, tamam bir yaş uşağın önündə də yandırır onu. 7 yaşında uşağı sən bastırırsan. Valla o əksinə deməliydi ki, Elgiz bəy, sənin əllərindən öpürəm, tap evladım. Tap evladım. Allah haqqı. Allah haqqı. Ay qız, onda analıq hissi qalıb ki, Sevinərdi, sevinməliydi, gəlib qabağında. Yox, bir dəqiqə, indi o narahat olur, hər uşağın anlayın, görən narahat olur. Nəysə, bunu qoyduq bir tərəfə.
İndi görək bunun taleyi ilə bağlı biz fikirləşək. Qəti sənin yanıma gəlmək istəmir, qəti. Mikrofonla. İstəmir, istəməsin. Sən halma çal necə payla qutardın? Valla istəmir, istəməsin. Mən nə deyirəm ki? Elgiz müəllim, o qadın bir kəsə, bir yerdə çox dayanan deyil, heç kəsən də ondan deyil. Hələ sağ olsun ki, yəni biri 3 il, 4 il, 5 il, bilmirəm, nə qədər vaxtsa saxlayıbdır. Ona qədər, yəni indi bilmirəm, nətər olsa dayanıb. Bütün bu danışmamaqlarının, onu demək istəmirəm, bir arxasında çox böyük bir sir dayanırmış. Çox böyük bir sir də yox, sirlər. Yox, ən böyük sirri ilə bunun olsun. Sizə danışacaq Elgiz bəy, görərsiniz. Ən böyük sirri budur. Gör, bunun qohum əlbisi necə olubdur? Bu, indi bir yana baxanda bu yazıq yetim olub. Təbii. Bunun anası rəhminə gedib. Atası gedib başqa bir ögey qadın alıb. Bu, ikinci qadına olan qızlardır, uşaqlardılar. Bu təkdir, birinci yoldaşı. Anası ölüb də bunun. İndi bu, bilirsən, bundan maraqlanmayıblar. Bunu bu gedib qoca kişi, amma deyir, özü gedib, biz verməmişik. Bir də eşitdik ki, deyir, qoca kişiyə ərə gedib, anam deyir, ögey anası şeylədi, hazırladı, boxçu falan. Deyir, getdi onu, deyir, tapdı orada, deyir. Ondan sonra bunların getgəli olmuyor, bunlar o uşağın üzünü görməyiblər. Uşağın ki, 7 yaşı olanda, yəni xasiyyətindən dolayı, xarakterindən dolayı, alıblar bunların özünü qolur. İndi mən sənə bir yol göstərim. O Ağsafadadır Aslanbeyli kəndi. Hə, yox, Aslandır kişinin adı. Yox, kəndin adı nədir? Tovuzda. Tovuzdadır, hə. O, dedək Aslanbeyli dedi nəsə. Yox. Kəndin adı nədir? Kişinin adı da Aslan. Hə, indi bax, o kənddən bir adam zəng eləsin ki, həqiqəti danışsın, o kişinin tanışı, qohumu kim varsa, evdə desin ki, həqiqəti. İstəmirəm, bizə yazdılar da. Bilirəm, desin də, həqiqəti. Bizə dedilər, bəs ağzımda, mən onu dedim, bunu götürdüm, qarşıda o. Yazıblar da, bura zəng elədim, yazıblar. Yox, mənə dəqiqliklə dedilər. İndi deyirəm də, desin də. Dedilər ki, yazdılar ki, deyəcək, biraz səbirli ol da, bu belə bir dəqiqənin işi deyil, bu böyük bir şeydir, araşdırma lazımdır. Sabah gələrəm. Yox, Qorxmaz müəllim, bunu araşdırmaq dəqiq demək lazımdır. Deyirsənsə, uşağın, oğlanın neçə yaşı var, hardadır, onunla evlidir, evlidir, subaydır və 30 yaşında ərə getməyib, 64 yaşı var. 34 yaşı var oğlanın. O harca bir 30-32 yaşı var. Belə bir yaşı var. İndi yaxşı, bu niyə oğlunu görmək istəmir? Oğlu onu görmək istəmir Elgiz bəy, o da ola bilər. Artıq oğlunu görmək istəməz daha. Kim qoşur? 7 yaşında. Nə qədər adam sahib çıxmaq istəyir. Zəng elə görə kim sahib çıxmaq istəyir ona? Boş görüm. Görürsən, bəxti var amma. Hə, bəxti yaxşıdır. Elə bəxtçi qadındır. Amma orada da dolanmayacaq. Bilirsən nə mənada? Elə üçün elə bir O, keçən mən yeganə, Şəfiqə xanım, yeganə qadındır ki, verilişdə sən də yadıma gəlib, dava düşdü burada, sən də gəlin axıda qışqırdın, nə qədər mənimdir. Sən təsəvvür elə, bu qadının üstündə dava düşdü. O deyir, mən aparıram, bu deyir, kimlər daha zəng elədi ki, gəlsin, qalsın bizdə. Amma hara gəlsə də yeni sizi istəyəcək. Sənin kimsə olmayacaq. O böyük səhvə yol verir. Ayrı otağı, otağında televizori, peçi, xalçanın üstündən ayağının altına sərilib, pastelləri təzə, hamısını o çamadanda almışdım, vermişəm ki, işlər. Aysa. Özü yiyib, içir, televizora, yanaqlarından qan damır. Gələndə bax yazıq, Beləydə gördünüz da. O kökəlib bu arıqlayıb. Deyirəm də maşallah, yanaqlarından qaymaq yeməkdən təzə su orada televizora baxır, gedir, deyirəm, dur ayağa yığışaq gedək. Ged günə sən otağa bax, gələndə bu şəkildə yazır. 8 ay öz otağımda saxlamışam, öz yanımda. Sən onu cavanlaşdırmışsan, kökətlisən. Ay, dəyişib, təmsiz dəyişib. Ay, o kəlağayı zadı da biz bağlamışdıq, o başına. Bax, ikinci gəlişinə baxın, baba, görün nə qəşəklər. O bilirsiniz də yazıq qadın, bir vəziyyətdə gəlmişdi. O başındakı kəlağı var, onlar hamısı biz, bu da verilişdə, hamısı biz geyindirdik. Onu bütün geyindirdik, keçindirdik, şey verdim onun üçün, yadıma gəlir indiyəcən. O yazıq yaman gündə, yaman çox pis vəziyyətdə, neçə günlərlə ac qalmışdı, özü danışdı. Nəysə. Kim sahib çıxmaq istəyir ona, ailələr? Hə, qısa aradan sonra. Xanım, Şəfiqə xanım, gəlin zəhmət olmasa, gəl. Kamil, gətir onu. Xahiş edirəm, hər dəqiqə hücum edib qaçma. Burada insanlar sənin taleyi ilə bağlı fikir mübadiləsi eləyir. Fikirləşir, görək sənə biz necə kömək eləyə bilərik. Sən bizi saymırsan,
mikrofonu tullayırsan, qaçıb çıxıb gedirsən. Qaçıb nə edəcəksən? Vallahi ağ günə çıxmayacaqsan canım mənim. Kimdən kimə sən şikayət edirsən? Sənin məsələmə görə biz oturub fikirləşirik ki, nə edəyək? İndən sonraki həyatın sənin yaxşı olsun, ürəyin istəyən kimi yaşayasan. Təbii ki, biz kömək edəcəyimiz insanı tanımaq istəyirik. Bəlkə sənin oğlun elə bir yerdə, elə bir zirvədədir ki, xəbəri yoxdur səndən. Bəlkə də sənin oğluna deyiblər ki, anan ölüb, hə? Bəlkə də anasını ölmüş bilir. Bunu necə oğlun ölüb deyiblərsə, ona da elə demiş olarlar. 9 yaşında, 7 yaşında uşağı sən qoyub çıxıb gəlmirsən. Bəlkə oğlan 5 kişidən maşallah biridir. Alo, Fazilə xanım, salam. Salam, Elgiz müəllim. Buyurun, eşitirik sizi. Orada nənə var, hə, qocar var. Hə. Mənim özümün bir oğlum var, 18 yaşında, apreldə əskər gedir. Hə. Bir dənə də qızım var, nişanlıdır. Hə. Sizdən xahiş edirəm, o nənəni mən götürə bilərəm öz yanıma. Yəni mənim anam da yoxdur, atam da yoxdur, mən yetim qızam. Mən onu özüm analıq götürürəm, öz doğma anam üçün baxacam ona. Olar. Amma siz gələn... Harada qalırsınız? Mən özüm Bakıda İnzeyisdə yaşayıram. Eviniz özünüzündür? Yox, özüm kiraya qalam, yəni ev yersi burada yoxdur. Özün kirayda qalsa, bunu da park kirayda saxlayacaqsam. Yox, narahat olma, Elgiz müəllim, narahat olma. O formu həyat evində, o formu gözəlliyin içində. Siz zəhmət olmasa gəlin də ondan. Siz Elgiz müəllim. Hə. Yəni xaziyyətə qarışmır. O evim ağa 7 ildir, 7 ildir o evin içində qalıram. Ondan sonra da mənim öz rayonda evim də var. Amma mən hal-hazırda uşaqlarım burada işlədiyinə görə mən neçə illərdir ki, mən burada Bakıda yaşayıram. Mən onu öz anam yox, anamdan da artıq baxacam arvada. Mən indi qonsuya gördüm, qonsun televizorunda nənəni gördüm orada. Mən onu öz anam kimi sevirdim onu. Çox gözəl. Gəlin Enzes ərazisində yaşayın. Sabah gəlin. Sizin verisinizə gəlin. Hə, sabah gəl aparmaq istəmirsən, sabah gəlin də. Enzesdə kvartat qalır. Bu xanımın rayonunda evi var. Hansı rayondur? Yəni özüm hal-hazırda Bakıda yaşayıram. Mənim uşaqlarım burada böyüyürsün. Bilirəm, hansı rayonda? Hansı rayondasınız? Mən özüm Tərtərliyim. Deyirəm də Tərtər. Yox, deyir Tərtərdə evim var dedi. Orada deyir boşdur. Boşdur. Amma Şəfiqəni deyir, burada saxlayacam deyir. Mən özüm Bakıda yaşayıram, yəni Bakıda... Gəlsin Şəfiqə, deyir tək baxacam anam kimi deyir. Gəl də sabah gəl canım, sabah gəl. Saat 5-də gəlir. Deyəcək, saat 2 yarısı burada ol canım, 2 yarısı. Hə, mənə razı olacaq, mən onu gəlim gətirəm. Hə, gəl. Sənə adresi deyəcəklər, hara gəlmək lazımdır. Deyir, razı olacaq, mənə deyir, ora gəlmək. Hə, oldu. Gəlsin bir baxaq, bir üzünə baxaq. Bir mən belə nətər deyim ona. Elgiz müəllim, onu Rəfiqə xanım da demişdi. Rəfiqə xanım da demişdi ki, anamı oxşadıram, anam kimi baxacam. Hə. Amma 3 ildə bir dəfə, bu yanınızda dedi, payı ilə, parçası ilə evimə qonadı. 3 ildə bir dəfə zəng gelib soruşmayıb ki, Şəfiqə, Rəfiqə xanım var idi. Yox, dedik, yaşlı qadındır. Yəni sən apardın deyə bir nəfər də götürmək istəyirdi, qadın yanıma gəlir. O söz verdi ki, mən səni evimə qonaqda aparacam, gəlib hər dəfə səni yoxlayacam da, pay parça da alayacam. Adama gəl deyən çox olur. Amma sahib çıxan düzdür. Özü bilər. Şəfiqə xanım sizin kimi baxan olmayacaq. Özü bilər. Əgər mən bunu döymüşəmsə, söymüşəmsə, demişəm ki, get mən səni saxlamıram. Deyir, mən heç araya getmirəm. Bir də deyir, heç araya getmirəm. İndi deyir, heç araya getmirəm. Bəli, danışdıqca xanım. Özüdür. Hara? Sən oranın qapısı bağlıdır, ora gələk sənədlər hazırlamaq lazımdır, belə olmur. Qocalar evinə. Hava göndərmirlər, ora elə kim gəldi? Yox, pensiyasını alacaqlar. Yox, havayı deyəndə ora pulsuz deyil, nə pul? Sadəcə nazirlikdən sənəd lazımdır, bunu sənədləri düzəltməklə elə evdən qaçır. Asan deyil axı. Asan şey deyil, ölə bilir, asan. Gələn kimi qapını açıb salacaqlar içəri, elə başa düşün. Belə deyil. Amma mən bu sözü burada deyirəm. İnanın. Bəlkə indi mən demirəm, səni düzəltməyəcəm. Axır məqamda, Şəfiqə, axır məqamda düzəldərəm. Mən səni göndərərəm ora, problem yoxdur. Yaşın da düşür. Yaşı düşür da. 64 yaşı var da. Düşürdük, pensiya alır 65. Hə, yaşı düşür.
Problem deyil, biz xahiş edəcəyik. O bizim çox gözəl əlaqələrimiz var. Samirə xanım, qocalar evi. Çox yaxşı yerdir, çox gözəl. Samirə xanım oradadır görəsən. İndi yoxdur deyəsən. Tamam Allah, bir də öyrənin görə. Hər kim olsa hər halda sözünü yerə salmayacaqdır. Eygiz müəllim, bayaqdan xanım deyir ki, nə xərcləyib xəstəxanaya aparıb, iskiyini alıb, yeməyini alıb, deyir pensiyadan alıb. Pensiyasını xanım yeni düzəldi və yayda düzəldi. Yəni bu 3 ildir bu buna öz hesabına baxıb da. Sən aç bunun incimə səbəbini de də bizə, xahiş edirəm. Vallahi bir balanın canı için. Özü desin mən ona nə qayırmışam. Özü desin də mən deyirəm. Çünki öz istiyerini soyudar bu qışda bu soyuqda. Vallahi desin, əgər döymüşəm, əgər söymüşəm, əgər demişəm bunu yemə, onu geymə. Desin də nə mən burada uzaqda deyirəm ha. Desin ki yalandan deyirsən, eləməmişsən. Ay Şəfqə xala, de görəm bu xanımdan vallahi beynimin qapağı atır. Adi qəlbin niyə qırılıb sənin? Qəlbin niyə qırılıb da, niyə də? Ver mikrofonu Vahid. Qəlbin niyə qırılıb sənin? Sən onu deməsən, sən getməyəcəksən qocalar evinə. Mikrofonu verin də ona mikrofonla danışın. O eləyənə mən də ona görə getmirəm. Nə? O günü ki o taviz atırladı. Nəsə olurdu. Mən də istəf verəm. Ondan nəsə qəlbim döndü da. Qaynatama böyle ki kazanı dəyişirdim. Ki şeydi, yani bu yanıb ayrı qabını dəyişirdim. Xətrinə də. Yox, xətrinə dəyməli olurdu. Demədim niyə baxmamsan? Niyə bunun altını söyləməmsən? Deməsən deyə bilərsən. Vallah demədim. 2000 söz. Vallah deyirəm demədim. Sağ ol. Bacı kim? Bəs o sizi bacı Kim kimə almadı aparır? inanmırsınız, yalan danışıcı. Desin ki düdündə mənə dedi ki niyə qazanı yandırırsan? Demədim arayıcına. Heç o söz də deyirlər, ondan nəyin ciyəsidir ki? Öz qazanı yansaydı görün olardı, özünün qazanı üçün bu qədər Adam ağır. bildim də, dedim ki sən buradasan mı yanı? Mən çıxdım getdim. Şəfqə xanım, öz qazanın yansaydı öldürərdi nə o xanımı? Bir o qazan yanmağına, mən ona deməmişəm qazanı niyə yandırırsan? Ondan qabaq 2 dəfə yandırdım, yoldaşımdan gizlin. Öz bilsin Allah'ına. Yoldaşım gəlincə yedi yığışdırdım. Ondan qabaq da yanmışdı 2 dəfə. Ondan qabaq da 2 dəfə yandırmışım. Olur da. Daha bir qazanı 2 dəfə yandırmışım. Niyə xanım evin yükünü çəkir, Mən qayğısını qoyuram çəkir, nə olacaq? Heç gedirəm deməyib, yığışdırma. baxın da, Arxayına indəsiz. gəlirəm görürəm yanır. Amma sən axı ona deməmsən ki bu qazandan müğayət ol. Deməmişəm, əgər demişəmsə desin ki özü. Nə indi də demədi. Mikrofonla danış. Hey qabaqçında da demədi. Ha. Yanında nə də indi ki, qabaqçında da özü yandıydı. Mənə heç demə, mən işdən gəldim Şəfiqə gördüm yer xanım, yandı. nə olsun deyin, görürsünüz ki, xanım Ay çölə xanım, çıxıb sən çöl işləri deməlisən, görmür. dördə Mən yaşa bilmədim, qalmışam. oraya Baxmaq qoyduğunu olar da, heç heç orada üstünə sabah. çay çanküsündəydi. Mən də heç onu görmədim ki oradadır. Bilirəm, mən əzizim. Kuxuya O baxırsan, çıxıb çölə çöl gözünə işlərini yanır. görməyə, bir İyi mətbəxə gəldi, keçir. gördüm, onu gördüm, mən durdum. Ay xanım, niyə də deyə bilirsən? Qaz yanı görmürsən, qazanı altı qaz Altın yanı. söndürən. Hər şey sizə deməli Yo deyil. altın söndü. Keçirdim, gördüm, iyi gəlir. Allaha and olsun, bax. O işi haqqı, gördüm də qızca iyi gəlir kim durdum qaz Ay keçirdim. xanım, bu bizə düşməz demək. Bax görürsən bu xanım yoxdur evdə, evin içində yoxdur. Və hətta başqa otaqdadır. Keçərəm kuxuya bəlkə görərəm, çayını qoyub, qazan qoyub. Başımıza gəlib də bu 3-4 dəfə. Yeməyi görmədim. Ay balam, özünü yormayın. O xanımın könlünün qılaq yoldaşı keçir. Vəssalam. Şəfiqə xanım, bayaqdan siz ki pensiyandan alır. Yaydan siz pensiya alırsınız. Allah Üç il xanım eləsin. sizə qəyyarlansız özü baxıb da. Getsin. Çancı babacağısı mən də qaynamağa. Mikrofonla danış, sən bizə Ben işləyir. deyirəm görüm qaynayır mı? Bu da gördüm qaynamır, gəldim otdum. Bir də baxdım ki elə bir nəsə cızıl deyir. Deyim yəqin qəfədandır. Gedən gördüm yox qazandı. Onu soruşmuram. Bayaqdan xanım deyir həkimə aparmışam, geyim alıram. Deyirsiniz ki mənim pensiyandan alırsınız. O pensiyanı sizə yayda alırsınız da yaydan bu yana. 3 ildən onu öz hesabına baxın. İndi ona qədər alırdı, mən demirəm ki almadı. Alırdı. Onu deməyin də, 3 il sizə təmənnasız öz hesabına baxıb. İndi yaydan bir yana pensiyanınızı xərcləyirsiniz, indi özünüzə xərcləyirsiniz. Alırdı, mən demirəm hayır verdin də şey. Mən xahiş edirəm dinləyin. Mən bu iki qadının xasiyyətlərinə baxıram da, qıradan az danışıram, onların xasiyyətinə baxıram. O xanım 3 ildir bir-birini tanımadığı adamlar bir yerdə yaşayırlar. Bu xanım bu qadının elədiklərinin məhəbbətini verməyib. Amma bu xanım ona nəsə qətli deyib, nəsə olubsa, Səyyarə xanım bayaq yaxınlaşdım. Dedim, eşi, nə edirsən, başın ağrıdı, sövün günə getdi, halma çalıb, nəzir bayrağı, xasiyyəsi tutmadı. Dedi, o getsə mən ölürəm. Yaxşı. Atamın görüşü. Çünki mən ona deyir, alışmışam, mən deyir, havalanaram. İndi sən bu xanıma pis söz demək olar, artı söz demək olar. Siz vicdanlı insandır da, nə rahat. Bu xanımın ürəyində nə böyük dağ boyda ürəyi var.
O qadınsa bu qadının heç bir elədiyi yaxşılığı dəyər qiymət vermir. O sizə doğması kimi baxır, siz ona yad kimi O baxırsınız. heç evladına dəyər vermir, o xanıma necə dəyər verəcək? Gör nə insan sənin qarşına çıxıb. Allah olsun. Sənə nə bacın, köpəcik kimi üzr deyən. Nə bacın, nə bacıların, nə olsun? Bir atan... Vallahi Elgiz müəllim, Allaha and olsun. Evimdən çıxıb harasa gedirəm. Hə. Xaladenikə ət qoyuram, toyuq qoyuram. Deyirəm, mən yoxam da, pişir yedinəm. Telefondan zəng eləyəndə soruşuram ki, Şəfiqə, çörək yemisən? İşi at, mənə iş görmə. Gələndən sonra özüm öz parasam edəcəm. Yeməyi vaxtında ye. Bir dənə toyuğa düzəyəm, mala yem ver, bala qalan işini. Allah'ıma düşün ki, əgər mən deməmişəm. Gedirəm də, vallah, bağaj dolu, aynı oyun. Bir dənə, iki dənə almıram. Vallah, çayın bu boydanasını alıram. Özüm çaydan istifadə eləmirəm. Ot dəmləyib içirəm. Onu alıram. Makaronu, paçkanla alıram yekən. Qəndin, çayın, pesokun, meşokla alıram. Yalan deyir. Yalan deyir Şəfqət xanım. Amma... Mikrofonla danış, yalan deyir. Düz deyir. Alıqdır, alır. Onda gəl bizim məsləhətimizə qulaq as. İsti aşıva soyuq su qatma. Get, səni buradan yola Kimsə salar. belə baxmayacaq. Get o qadının evinə. Valla deyirəm, heç nə istəmirəm. Heç nə eləmə. Bir dənə iynəydi, ona da üzüm baxaram. Amma otur. Ha. Onu da eləmə. Nə olacaq, niyə otursun? Elə siz pis öyrətiniz ki, olacaq. Yeriyə bilir, gəzə bilir, Sən onu narahat eləyəm da, nəysə, nədir axı sən? Onu da deyiləmirəm da, ətim yox. Heç də əliyə vurma. İnəyə də baxma deyir yazıq. Bax, dünən çörək yeməyib. Hə. Deyirəm, yi. Hə. O yemir, mən də yemək istəmirəm, amma mən də canlasın. Hə, hə. Buramda elə biləm nəsə tıxanıb çörək yeyirəm, Hə, hə. Yumurta yirdi, axır-axırda bu yemir, mən də yemirəm. Valla desin ki, adama öz başçı qalır. Mənə pendir çörək yedirir, yiyir. Elə bilin. Desin də mən yeyirəmsə, o yemirsə mən də yemirəm. Deyirəm, yağa yumurta vurm, yemirəm. Mən də yemirəm. Ay Sərəxan, bir dəqiqə, bax, bir dəqiqə mən fikrimi deyim. Baxın, indi elə bir, indi ayrı adamlarsız da, yad adamlarsız da yəni. Bir insan da kənardan bir evinə gəlin gətirir. O, bir dəqiqə Sevda xanım, xahiş edirəm. Onu necə bəsləyirsən, necə ona kömək edirsən, necə o gəlin yox, qız kimi bəsən. Axırda görsən, naxirət çıxır. Mən sizə bir şey deyim, inanın, siz ona, bəlkə evladın bayaq dedim, eləmədi. Necə o bəzi deyir, gəlin olmaz, gəlin düşən yer gəlin olar. Qaynana yaxşı olur, axırda gəlin, belə deyim də, yaxşı baxmaqdan harınlarınır. Bax, belə deyim, o artıq hikkəli, öz hikkəsini ortaya qoyub. Onda ancaq hikkədir. Başqa işin yoxdur. Hər bir şeydən incimək... davam edəcək, Nəcibə xanım. Bəli, mən bir sual vermək istəyəm, Şəfqə xanım. 3 ildir sənə 3 dəfə xətimə deyib, 2 dəfə nəsə olub, 5 dəfə olub. Yox, bir dəqiqə canı sevdi də, ay Allah. Arvadı ürəyi doludur, ay Allah. Hə, canım qurban. Çox istəyirəm bu sevdanı, amma ürəyi doludur. Hə, yəni bu xanım ki, sənə bu qədər hörmət edib, sənin bu qədər yaxşılıq qabağında 2 daha pisliyi qurban edə bilmirsən. 2 daha xətti deyib sonra qurban edə bilmirsən. Atonu söyməyib, anonu söyməyib, qapıda döyməyib, yağışda vurmayıb, qara salmayıb səni. Səni təhqir eləməyib. Bu qədər sən yaxşılığa bir dənə, 2 dənə qurban edə bilmirsən. Qadını göstərin. Bax, niyə? Deyil də, olmaz axı. Əksər Səriyə xanım nümunə oldu. Bəzi qızlara, gələnlərə nümunə oldu ki, bax, qocaya belə baxmaq lazımdır. Səyyarə xanımadan sizə götürsün aparsın öz evinə. Deyirəm, Səyyarə xanım elə qadındır ki, adam sizə götürüb aparsın öz evinə, özü Elgiz bəy, bir dəqiqə olar elə olmasa. Çox mərd insandır, vicdanlı insandır. Allaha and olsun, mən ona demişəm ki, bax, səni mən evimə bacı kimi gətirmişəm. Harun ağrıyır mənə dinən. Bax, aparmışam, qolunda düzətdirmişəm, qıçında düzətdirmişəm, sınıqçıya da aparmışam, həkimə də aparmışam, burnundan qan axırdı, ona da aparmışam, mədəsi xəstə idi, onu da aparmışam. Mən neyiniyim? Mən onu yad adam kimi aparsaydım, dərd bəs cəhənnəmə O öz evladını etmir.
etdiklərini soyuqladı. Dilenci kimi. Mikrofonu yaxın tut. Mikrofonu. Qoy işləsin, canı çıxsın, işləsin, çörək verirəm. Amma mən onları eləməmişəm. Yo, siz ona doğma kimi baxmısınız. Bacı kimi də, yox, evlad kimi baxmısınız. Telefon kimsə zəng edir, nə oldu? Elgiz bəy, bir dəqiqə olar zəhmət olmasa. Səyər, Şəfqə xanım, bax siz qocalar evini istəyirsiniz də. Mən özüm şəxsən ildə 3 dəfə, 4 dəfə qocalar evində konsert proqramlarına gedirəm, özüm gedirəm. Siz elə bilirsiniz ki, ora çox rahatdır. Bəli, yerbəyir olaraq hər şeyləri təmənnasız, yəni qarşılayırlar. Amma siz bilirsiniz ki, orada olan ahıllar necə gözü yolda, qapının ağzında dayanırlar ki, içəri o kimsə, hansısa öz övladı, öz qohumu girsin. Valla bu rahat deyil. Biz ora gələndə bizi o qədər qucaqlayırlar. Bütün dərdlərini oturub bizə deyirlər. Sanki illərin dərdləri yığılıb öz övladlarına danışırlar. Birinin övladı döyüb atır çölə, birinin gəlininə görə atır. Sizin qarşınıza Allah belə bir xanım çıxardı bey. Valla qocalar evinə getmək elə də rahat deyil. Gözünüz yolda qalacaq. Özü elə bilir ki, orada adliyyənin otaq verəcək, ailesi otaq verəcək. Bəli, orada elə bilirsiniz, bəli. 2-3 otaq, var gündən otaq yoldaşı yaxşı olmadı. Öyle necə günün qarıdır. Sən bizə tək yaşayacaqsan orada, ay. Orada 4-5 xanımla bir qala biləcəksən, Şəfqə xanım. 4 xanımla bir otaqda qala biləcəksən, mikrofonu götür. Hə? Bəlkə o biri pis oldu, sən gün vermədin. Olmaz, heç kim mənə pis olmaz. Oranı istəyirsən. Heç kim pis olmaz da, heç kim nə deməli. Nə qədər pis olsa, sən yarıdan pis olmaz, hə? Mən səndən danışmıyorum ki. Yox, bu... Ay xanım, deyirsən pis olmaz. 4 dənə qadındır. Biri deyəcək, tez durdun, səs elədin. Hərəkət elədin. Hə? Deyər zərərli. Deyər, neyi yiyəcəksən? Başqa palataya keçəcəksən. Niyə keçmək? Siz gəl sakit durasınız onun dediyin cavabında. Bunları təzdən bir yerə bıraxmaq olmaz, bir yerə yaşamağa. Yaxşı mənədir, bu söz demirəm, ölmütü bulamın xətası olar. Bu xanım Səyərə xanım infarkt olar. Paraliz keçirlər. Bu cür yaxşılığın qabağında, axırda sən yerə vurasan, mən oturmuşam, mənim şəkərim qalxır. Mən nə bilim, özüm bilərim. Yəni o otaqda qalanlar Səyyarə xanımla nə qədər pis olsa ondan pis olmayacaqlar. İstəmir də. Yox, istəmir də. Tahirə xanım kimdir? Tahirə kimdir? Tahirə. Alo. Hə, Tahirə xanım, xoş gəldiniz. Sağ olun Elgiz müəllim, salamlayıram sizi. Elgiz müəllim, o uşağı ondan sorsun, o uşağının heç bir yaşı var, 7 yaşı var, nə var onu bilmir. O uşağı götürüb evdən qaçıb, Qazaxda yanar su var. Onun yanına tullayanda 2 aylıq uşağıyla polis aparıb atasına verir uşağı. Mən bildim, polis aparıb verib uşağı. Onu mən bildim, heç deməsəniz də bildim. Mən uşağın adını çəkən kimi, aydındır, biz onu indi istəmirik. O bax, gəl narahatlı durub qaçmaq istəyir. İstəmir də, istəmir. Burada nəsə var. Hələlik biz bunu saxlayaq, özü bilər. Vətəndaş özü əgər müraciət eləsə ki, mən evladımı görmək istəyirəm, xahiş edirəm, mən kömək edirəm. Amma məsələ ondadır ki, onun evladı bunun sağ olduğunu bilmir. O evlada da deyiblər ki, anan ölüb. Anan ölübdür. Ona belə deyib, buna deyib. Özü bilsin. Elgiz bəy, mən bir şey... Ay Tahirə xanım, demək qohum əqrəbə istəmir də, sizlə qalmaq istəmir o. Elə, bunlarla istəmirsən qalmaq. Yox, mən onlardan gördüyümü görmüşəm. Bir həftə ölərində qaldım, 50 söz oxudular. 50 söz dedilər sənə. Biri dedi ki, böyük başlı var, dedi ki, bölməyəlisən, mənim dədə... Mikrofonla danış. Dədə yurdumu bölməyə gəlirsən, əlin belə elə. Oğlu da, ay 7 tobonu olmağa demək, sənə 150 manat verir, mən bizim öydə qalcına. Yalan danışırlar onun hamısına. Nə deyirsə yalan. Düzdür, var, yeni də işləyirdi, özsüzdü tərəf Doğanda. Yalana da, indi mən onun oğlu deməm, bir dəfə gördüm üzünü. Allah'a and olsun, bir dəfə üzünü gördüm. O biri qız da mənə dedi ki, mənim dedəm yurduna pay bölməyə gəlirsən buraya bizim öyə. Ay Şəfqə xanım, nə oldu elə hamı pis oldu, siz yaxşı oldunuz. Onlar biz doğma deyilük, biz doğma deyilük. Doğma başı deyilik. Mənə deyib. Qonşuyla dost Böyük başlı. O sənin bacıdır, qohumudur biyəm, yox. Evet, doğma ola, görsən nələr eləyir. Mən demirəm, mən buna nə deyim. Onlardan yerəm, mən onu danışıram. Siz ki, bu qədər yaxşılığı itirirsinizsə, mən o qohumları qınamıram. Mən bir dəqiqə... Yaşı qohum olar deyəli. Yenə buraya dili dedi ki, Elgizə verirsən. Dedi, qapının ağzındayıq, gəliydi də buraya çıxıydılar, gəliydi. Özü dedilər, burada qapının ağzındayıq.
Gəlir də buraya çıxıydılar. Gətirmə dəyməsin. Vallahi elə Heç sizin kəsə xasiyyətiniz günahkar çox bilməyin, günahkar Mən səhv elə, deyil. mən özümkilər günahkar bilirəm ki, yeyə durmadılar mənə bala vaxtı. Yaxşı olaydı, yeyə duraydı. Nə vermişsin? Yaxşı Anasıydı, olmamışsınız da. anasıydı qabaqlarında işləmişdim. Hər işlərini də eləmişəm. Bütün hər şeyini mənə idim eləyən. Hasıl idi. Xanım sizə Öz yer xanıma çıxırdı, da o belə sakit bir idi. yafa Niyə çıxdı. ondan qaçırsın? Xanım keyirdi sənə, niyə bir vafa çıxdı? Qovlar pisdir. Qovlardan Ama yaxşıdır. sen bunu hiç görməmsən axı. Tanımadığın adamın 3 ildə evində qalırsan, bir dənə iynəyə baxmısan, neynəmsən? Yox, bu Qazan yaxşılıq orada filan yanıb deyil, bu baxmırsan. heç kəsə- Çay orada qaynayır baxmırsan. İndi baxarsınız, o Zərgələm- qocalar evində də yola getməyəcək. Zərgələm xanım, salam. Salam. Alo, hər vaxtınız xeyir. Hər vaxtın xeyir. Buyurun Zərgələm xanım, eşitirik sizi. Mən istəyirəm arvada sahib çıxmam. Hə, siz ev aparasınız onu. Bəli. Ha- Mənim özümün evim də var. Aha. Bir dənə yoldaşım, bir nəvəm, bir mən üç nəfər qalırıq. Neçə otaqdır ev? Allaha xatir. Neçə otaqdır eviniz? Necə? Otağınız neçə dənə otaq? 4 dənə, 4 dənə. Həyət evidir. Həyət evidir. Evimiz, mən Qızıldaş qəsəbəsində qalıram. Qaradağ rayonu Qızıldaş qəsəbəsi. Löpatandan 15 dəqiqəlik yoldur. Hə. Evim çox kənd evidir, çox genişdir. Əla. Həyət evidir. Bəli, həyətim də var. Niyə Şəfiqəni götürmək istəyirsiniz ki, Şəfiqə xanımı? Ona görə ki, istədim ki, mənim atam, anam yoxdur. Yoxdur deyəndə ki, rəhmətə gedirlər, ölənlərimiz rəhmət. Mən də istədim ki, o arvadı götürəm, saxlayam. Bəyəndiyiniz nədir ki bu qadını? Neyini bəyəndiniz? Hansı cəhətini, xüsusiyyətini bəyəndiniz? Onu bəyəndim ki, nə bilim, o arvad özü haralıdır. Tovuzlu. Elə mən də tovuzluyam. Kişi də səsi gəlir oradan. Mən də tovuzluyam. Kişi nə deyir bəs kişi, yoldaşım? Kişi heç nə, kişi isə gedir gəlir, heç nə deməz. Kişi kişidir. Amma deyilir orada, səsini eşitirəm. Yox, nəvəmdir, yanımda nəvəmdir. 19 yaşında nəvəm var. Maşallah, nəvənin səsi yaxşı gəlir. Kişi harda işləyir yoldaşın? Kişi kariyerdə. Yazıq. Bəs kariyeri nə işləyir, fəhlə? Daş atır. Yox, kontürür. Bəs siz özünüz nə işləyirsiniz? Mən işləmirəm, evdə qadıram. Bu acqalar ki orada yazıq. Sən güclə özünüzü, kişi yazıq kariyerdə nə qazanır? Niyə arvadı 200 manat pensiya alır da? Kişi qazanır da yaxşıdır. Yox, indi o... Həm də... Mikrofonla danış, necə? Mən o boyda keçini kəsirəm, həyatda xaladır nikə yerləşdirirəm, onu bəyənmir. Doğrudan? Düşün Allah'ından, keçini kəsib şaqqalayıb xaladır nikə yerləşdirirəm. Hə, o Qoyun əti bəyənmir. yemir, keçi əti yizirəm buna. Keçi əti, ancaq keçi yiyir. Hə, Maşallah. Qoyun əti yemir. yemir, Sonra nə yemir? Balıq yemir. balıq yemir, kalbasa yemir, Kalbasa saçqa yemir. yemir, sulu yemək yemir, Duru yemək yemir. badımcan çıxırtması yemir. Ondan sonra badımcan qızarmışın yiyir, çıxırtması Ona yemir. görə maşallah yanaqlarından qan damır onun. Balıq çıxır. Nə olar, apar İkra içə. yeyir, Ay, ikra mən də, yeyir. biz də saxlar, 2 yetimim var, bax biz də. Seyyar xanım. Qorxmaz mənim də mən. Vallahi hər bölgədən afva paymışlar. Vallahi mən keçi, o keçi ətindən gəlib 2 gün mən də yiyim. Seyyar xanım onu deyirəm, Hə? götürüb aparsın evinə. Qorxmaz neçə vaxtı keçi əti deyib yazıq. Vallahi. Seyyar xanım Deyir siz ki, Ergiz otur keçmişi deyib ağzını. Kaprizli xanımda heç kimə yox. Həqiqətən. Zərgələm xanım, təşəkkür edirəm sizə. Yox, Çox sağ olun. Allah sizdən razı olsun. Qoy fikirləşək görək başımıza nə gəlir. Mikrofonla ver mikrofon İlhaməyə. Necə? Deyirəm, maşallah xanımda bəxtə baxı. Mən neçə vaxtdır burada iş axtarıram. İlhamə, İstəyirdim ki, müraciət mən edeyim sənə bir ki. söz deyim. Apar anan olsun, bacın olsun. Adam Apar mənim saxla özümə baxan lazımdır, rəhmətliyin nəvəsi. Mən iş axtarıram, iş. İlhamı Bax, qocalar bir ilə. Burada Rübabə işsizdir, mən işsizəm, Natavan işsizdir. Çoxumuz da Elgizlə İzlə layihəsinin uşaqları işsizdir. Mən demirəm ki, qazancımız yoxdur. Gedirik, yarım İş saatlıq var, gedirik. metroda işləyə bilərsən, düzəldim ora səni. Metroda oxuyacağam. Ablam, sənin reklamın var, get özünə
Bu qəndi sən get tap işte. Biz başqa sən. Yox, bilirsiniz necədir Elgiz bəy, yarım saatlıqlara gedirik, amma Qazanırsan, onlar da bax. hər dəfə çağırmır. Deyir ki, məsələn, bugün adam olmadı, bugün adam yoxdur. Amma daimi iş yeri başqadır. Mən istəyərdim ki, mən özümü tutub deyirəm bizi izləyən adamlara ki, nə olar Elgizlə izlə layihəsi uşaqlarına restoran versinlər. Elə hamımız bir yerdə işləyək, amma maaş versinlər bizə. Maaşsız yox. Maaş bizə də belə Vallahi nə bilim, nə deyim o. bizə də belə kömək olsunlar da restoran müdiriyyətləri. Restoranda mənim yanımda 3 yerdə maşallah danışdı İnci. Mən şükür Allaha, yəni 20 Sevdi və ildir. yaxşıdır. Hələ bundan sonra Hə? sizin verilişə çıxandan sonra daha da artıb işlərim. Sevda səndə vəziyyət Şükür, necədir? şükür. Məndə vəziyyət yaxşıdır, yəni Maşallah. Sevda nankorluq səndə? eləyənmərəm. Elgiz müəllim, çox şükür, mən də işləyirəm. Ruzunu verən Allahdır. İlhamə deyir ki, mən yarım saatlıqları yemim. Çünki onu çox saxlaya bilmirlər restoran. Ancaq yarım saatı dözə bilərlər. O yarım saat. Başqa mikrofon verin də ona Kamran. Ay var. Mən artıq bir ilə yaxındır. Ver ona ver qutar bir belə söz. Qarşı müdaxilə eləmə. Deyir, bunu ancaq yarım saat dözmək olur. Ancaq yarım saat. Çünki harada daimi keçdiysə onu orada Ya saxlamırlar. oxumağına görə. Saxlamırlar onu orada. Bilmirəm, yəqin xasiyyət.